Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühəndisiyinə qarşı Türkcə əski kitablar proqramının 295-ci bölümün başlayıram. Bu 294 geçmiş 294 bölümdə 550-dən çox Türkcə əski tarix, yəni neçə yüz il bundan öncə yazılmış kitablarla tanış olduq ki, əl yazmadılar, yəni çap deyil. Və bir böyük xəzinə ilə tanış olduq. Allaha min mərtəbə şükür olsun ki, bu ömrü mənə verdi və bu ömrün sonunda bu mənə qismət elədi, pay verdi ki, dədələrimiz yaratdıqları türk dili uyğarlığından və yazı uyğarlığından yüzlər uyğarlıqlar ki, yaradıblar, düşünüblər, düşünüşüblər, anlayıblar və görüşlərin orada bizim üçün saxlayıblar, onlarla tanış oldum. Geçən proqramda bir çox əcibə kitabla tanış oldum ki, bunun mən yenə bir dəfə də bunu açıram, az da olsa ondan bir səhifə oxuyayım. Çünki mənim üçün çox dəyərli bir kitab gördüm bunu. Divani, yox o divan deyildi. Qissəsül Ənbiya. Qissəsül Ənbiya və Koroğlunamə adlı bir kitabı açıram. Bu Qissəsül Ənbiya, bu da yenə də Qissəsül Ənbiyadır. Bunu bağlayaq Koroğlu. Dünənləri buracan oxuduq. Kitabın bununla belə ki, su keçibdi, hadisələr başından keçibdi və çox şey olubdu. Amma tarixində bir qarma-qarışlıqla üzbəyiz olduq. Onu bir də istəyirəm burada göstərəm. Gedək ən son səhifədə gedəndə görürük ki, bu kitabın son səhifəsində tarix ki yazıblar. Bu kitabın son səhifəsini böyüdürəm burada. Təmmətil kitab, hazihis səhifətül lətifətül şərifə, əl-qisəsil ər-rəbfərzi, belə bir şeydir. Nə mənədir bu? Oxuya bilmirəm bunu, mən ərəbim zorum çatmadı buna. Əl-rəb'azi. Eləyə bilirəm bunu, əlbəttə görürüm, Google-də oxuya bilsin. Əlbəttə mən nə yazsam onu oxuyacaqdı, ona görə tamam buldu. Bu kitab Əl-Qisəsül Ənbiya tarixqəmin 200 tarixqəmin, yəni tarixinin 230 Tavşqan yılı Rəcəb ayının 8-i Pəncşənbə günü Xanqa Dərvazəsi məhəlləsində Fəqirül Həqir Molla Əbdürrəhim ibni Molla Əbdürrəuf nevişte şüde bud. Yəni bunun yazdığı budur. Mən dünən bunu iştibah oxumuşam. Bu tamam. Bu 1230'du ya azıbdı. Yəni Əl-Ənbiya tarixi tarix beləsi oxuyacaqmışam. Sonra 1230 olacaqmış. Mən dünən iştibah oxumuşam. Onu burada düzəldim. Tamam, bu əvvəldəki 1000 deməkdir. Yazılmayıb 1000 orada. Mən hər halda iştibah eləmişəm. Bunu düzəldim ki, bu Molla Əbdürrəhman ibn Molla Əbdülrəuf yazdığı kitab bu nüsxədir. Bu adam ki bunu nüsxəliyibdir. Mən dünən bunu dedim ki, axırda nüsxəni məmulən yazırlar, amma səhv eləmişdim, oxumaqda çox böyük səhv eləmişdim. 1230-cu ildə, yəni neçə il bundan öncə, onu bir baxaq. 1230-cu ildə yazılsa, indi də 1447-ci ildir, yox. 217 il öncə 217 il öncə
Bunu mən iştibah elədim yenə. 1930. Burada yazılıbdır. 217 il öncə yazılmış olur. Tamam. İndi düz gəldi. Zehnimdə oturmurdu bu dünən tamamən bunu axtarırdım ki, niyə belə bir yanlışlıq vardı. Kitabın əvvəlində isə, burada bəs min imiş, bunu iştibah oxumuşam. Kitabın əvvəlinə gedəndə görürük ki, orada da yazar, Allah rəhmət eləsin. Əcəl eləyə bilsəm bunu. Gedə bilsəm birinci səhifəyə. Burada da demiş ki, tarixə 1130. Burada da yenə dünən iştibah bunu oxumuşam ehtimalən. Nədən isə burada düz oxumuşam əlbəttə. Deyir ki, tarixə 1000. İndi buradakı 1000 ilə axirdəki 1000-in fərqi olduğu üçün burada düz oxumuşam, orada qələt oxumuşam. Çünki orada 1000-dən sonra y yoxdur. Minin ya oxunur. Burada mink o düz oxunur. Orada menk oxunur. Mən onu dünən səhv oxumuşam. Hər halda burada düz oxuduğu üçün dedi ki, tarixə 1109. 1109-da yazılıbdır. Bu kitab 1900-də, yəni 388 il öncə yazılıbdır və indi düz oldu. Yəni o tarixdəki içində var. İndi yenə o tarixlə tutmur əlbəttə. Burada o iki dana qazi dedikləri, Qazi Burhaneddinin oğlu Qazi Nəsrəddin. Bu ikisi, yəni bu ikisi əslində Qazi Nəsrəddindir da, ikisi deyəndə Allah rəhmət eləsin ikisinə də. Allah ölənlərin hamısına rəhmət eləsin, mənim də dedəmə, nənəmə, böyük babama hamısına rəhmət eləsin, böyüklərimə. Ölüblər, gediblər, yerləri, dünyadan əlləri kəsilibdir. Nasiriddin zamanında bu kitabı yazdığına, Nasiriddin zamanında dünənləri axtardıq, gördük ki, Nasiriddin zamanı da Teymurilər dövründə yazılıb və Teymurilər dövrü bilirsiniz, ən güclü zamanı da Əmir Əli Şiri Nəvai dövrüdür ki, Şahrux Mirza sultandır, bilmirəm onun ləqəbi nədir, idari ləqəbi. Onun dövründə, onun nəvəsi dövründə bu kitab yazılıbdır. Ən azından dedik ki, indi əgər tapa bilsək onu eləyə bilərəm ki, buradan axtarıb tapaq, görək ki, Şahrux Mirzanı burada Əmir Əli Şiri Nəvai bu ildə doğulubdur. O şeyləri də Teymurilər. Əmir Teymur özü nə cür yazıb 1336 Hicri Şəmsidə doğulubdur. 10 il bundan qabaq məsələn. 130 il bundan qabaq. 111 il bundan qabaq deyir ki, doğulubdur. Şahrux Mirza da bu da yenə də iştibahdır. Hicri qəməri 1377-də doğa bilməz. Bunlar fikir edirəm ki, miladi ilə şeyi iştibah tutubdur. Ona görə yazanda bunlar iştibah yazır. Amma biz burada bir şeyi də soruşmuşduq, onu görmədim. Bu iki böyük şəxsiyyətin də doğulma tarixi haqqında bir şeylər. Nasiriddin.
Nasiruddin ibn Burhanuddin qazi və mütərcim əvail sədi 14 miladi, yəni 1300 fulanda ki, burada da yazıbdır, miladi, yəni 1398-də fulanda bu adam 1345-də doğulub, 1398-də də Allahın rəhmətinə gedibdir. Əlbəttə bu deyil, bu o deyil ki, biz deyirik, bu elə şeydir. Gedək bu dedi, o deyil. Onun Burhanuddin ki, der tarix çapışdı, bu da Anatolu, o deyil. Çünki biz bu Burhanuddini istəmirik. Nasir ibn Burhanuddin 14-cü Cığatay Nişin burada bu kəlmələri bir-bir yazıbdı. Onlar heç 1345-də doğulubdu miladi. Orada şəmsi yazmışdı, burada düzün yazıbdı. 1345-də doğulubdu. Əlbəttə bu da yenə də der Anatol, bu Anatoludur. Bu o deyil ki, biz onu istirik. O adam deyil, bu adam başqa bir adamdır. Bir də onu da özünlərdə təhqiq eləmişdik, amma ona da baxmamışıq. Kitab-ı Əl-Qisəsül Ənbiya, Peyğəmbərlər qissəsi, dil türkcə, Oğuz Azərbaycan türkcəsi, müəllif Molla Əbdürrəhim ibn Molla Əbdürrəuf, bunu dedik, odur və dövrəsi 700 ilə 900 hicri arasıdır. Yəni 600-cü il ilə ta 800-cü illər arası doğulmuş olur. Yəni dəqiq tarix vermir, amma biz bunu vəsətdə tutsaq, desək ki 601, 602, 610, 650, 699, 700, 750, 799, 800, 820 məsələn, bu ortalarda tutsaq, 700 tutsaq ya 750 tutsaq, məncə orta tutarıq. Orta tutanda da təqribən 700 il öncə bir kitab olar və o da Əli Şirinəvai ilə düz gələr. Yəni o dövrü ilə düz gələr. Bəli, amma burada əgər tapsaq, daha onu bir ayrı şeylə tapmışdıq ki, bizə daha yaxşı idi. O da burada 7-9 görürsünüz yazıbdır. Mən o dediyimdir, amma bunu bir sual soruşa bilərik ki, bunu əgər adamın adını tapsam bir daha. Molla Əbdürrəhim Əbdürrəuf ilə mən bunu latincə yazıram. ilə Əmir Əli Şirinəvai bir çağda yaşamışlar deyə soruşaq, görək ki, buna nə cavab verir. Əcəba bir çağda yaşayıblar qıssəsi, qıssa və açıq deyim, xəbər, xeyr. Bir çağda yaşamamışlar, amma biri-birindən uzaq da deyirlər, yəni nisbətən yaxın dövrlərdə. Əmir Əli Şirinəvai 844-də, vəfatı 906-da olubdur. Çağ Teymurlar dövranı, yer Hərat, Sultan Həsən Bayqira dövranının ədib, şair və dövlət adamlarının ən başda gələnlərindəndir. Molla Əbdürrəhim ibn Molla Əbdürrəuf doğum, vəfat, dəqiq tarixi qəti bilinmir, amma asarına və Qisəsül Ənbiya nüsxələrinə görə 9-10-cu hicri əsri Nəvaidən sonradır, bəllidir bu. Yəni Nəvainin vəfatından sonra yaşamışdır.
Nəticə, həmzaman deyillər. Fikri ədəbi fəzada yağındılar. Nəvai çağın başlanğıcı və ouc nöqtəsi Molla Əbdürrəhim o sünnətin davamidir. Tamam, yəni bu da bunu göstərir ki, ən azından yəni indi Nəvainin biz doğumun biləndə 844 olsa, o da bundan sonra olsa da düşər məsələn deyək ki, axirlərinə 900-dən məsələn doğsa, bu da 900-lərdə olsa, yenə də bir 600-500 il bundan öncəyə gedər. Yəni Səfəvinin əvvəllərinə düşər, o da yenə həman məsələ olar. Tamam, bu kitabı dünənləri çalışdıq ki, biraz bunu oxuyaq, biraz oxuduq. Mənə çox cəlib gəldi. İndi gedirəm bunun, dedik ki, bunun 816 səhifədir. Deyək ki, bunun 16 səhifəsi, bəlkə də biraz çoxu, əvvəldə cildidən bəzi kağızlar qoyulubdur, onlardan olmuş olsun, qalanı kitab deyil. İndi 890 səhifə, 790 səhifə falan ola bilər. Kitab amma çox şey görübdür, heyf olubdur. Kitaba çoxlu zərər yetişibdir. Amma yenə də Allaha min mərtəbə şükür ki, bu kitab hələ bizim əlimizə çatıbdır. Gedim 150-ci səhifəyə görüm zorum çatsa, oradan bir neçə sətr oxuyaq. Edərdi. Yusuf Siddiq Allah fəryad qılır irdilar. Təxi Züleyxa. Təxi həman daxi sözüdür. Təxi Züleyxa itür irdi ki edərğıl deyib əl-qissə hər gündə tərəkasu qar irdi. Biraz da burada indi yenə də əvvəldən oxumadığım üçün kitabın ortasından adam başlayır. Baş tapır ki, nağıl nədir? Biraz da ona görə şey olsun. Ona görə getsin öncə. Hər gündə tərəkasu qar irdi. Ehtimalən adam adıdır, ya nədir? Bunları şey bilmədik ona görə. Fəcgərqan onlarını eşidib təskin xatir qılır irdi. Xatir qılır irdi. Kənizün idi. Ya kəniz həman. Kənizün idi kim? Yüncün eşidir kim? Şu mədağ məsum pakni mundağ cəfa və ələm qılmaqın baisi nə türür idi? Züleyxa idi kim? Qaydaq qılay hər gündə barıb gör olmaydır. Ben özünü gör olmasam o beni hem iştay deyip ol işini qıladır mən. Mən bu son zamanlarda bir dostum vardı, Allah selamet eləsin. Döyəci adlı Türkiyədə professorluq məqamında çatdı Allaha şükür. Və Türkmən Səhrada da, Güney Türkmenistanda da məcəllə sahibi idi. İndi bilmirəm o məcəllə qalır ya yox. O dostumun bu son günlərdə bir-iki danışığına qulaq asırdım. Gördüm dəqiqən bu dili danışır. Yəni bu Türkmən dilidir əslində. Cəlibdir. Hər halda gedək bir ayrı səhifəyə baş vuraq. 400-cü səhifədən də biraz əslində gəldik 400-cünü keçdik. 400-də qurtarır əslində bu kitab. Bu 400-cü səhifədir. Kitab qurtarır. Əgər eləyə bilsəm bunun axirlərindən bir-iki sətr oxuyam, daha yaxşı olar.
Burada nə oldu? Getdi İmam Hüseynin zatdan danışır. Görək şeyi. Zülmi Mevli Əzzi və Cəlani ənar lağlanmaqlarını, livata qılğanlarını, cunacun əzab uqubətlər birlə qıynaqlar və qıynaq pəncə ucu və vərs qıynaqlıdır. Dəstüm qılnaq cabirlarını, qollarını kesib, kökslərinin çıxarıb, əzab-ı uqubətlər qılğayla naməhrəm kafir ala. İndi bunu bir də illət bu ki, biraz da oxuya bilmirəm. Budur ki, bunun üstündə bir duman vardı. Nuxtə görsənmir, dəndanə görsənmir, bəzən hurufun özü də belə görsənmir. Kafirlərlə gözlərini öt birlə toldurnaylar. Oyun, külkü, nəqş-i sud, səda və qəzəllərini işitkan qulaqlarına qurğuşun qolğaymalar. Burada da gözlərini, qulaqlarını qurğuşun dolduracaqmışlar. Yazid olacaq bu da. Yazid əleyhüllənənin və Übeydullah Ziyadının və Yəqubi Əsqəlanın və Ömər Səədin və Şir Əminin ehtimalən bu Şümr Ləin olacaqdır və Şir Ləinin Həzrəti Əmir-əl-Mömininin Hüseyni Zülqağan cəfalarını həm sornaylar və Həzrəti İmam Həsən və İmam Hüseynin Əfqan qalmalarını Əfqan sözün bir neçə dəfə bundan qabaq mənasını şey elədik. Bu şey anlamına deyil. Amma bir dəfə də burada yenə Əfqan sözü Cığatay Türkcəsində hangi anlamı daşır? Əfqan sözü görək ki, yadımda deyil. Yəni Əfqan sözü təəssüflə yadıma gəlmir. Elə bir şey görək. Çox yerinə düşən bir sualdır. Əfqan sözü Cığatay türkcəsində imruzki siyasi qovmi mənisindən fərqlidir. Açaq. Cığatay türkcəsində Əfqan nə deməkdir? Əfqan Cığatay qədim. Əfqan nalə filan, yəni çığırmaq. Yox, bu anlamda deyil. Bu deyil. Qət'ən bu deyil. Əfqan elə bir şey bunu oxumuşduq, amma o deyil. Sözlərinin qəzəlində qovm adı deyil, bəlkə Əfqan etdi gönül fəraqından. Burada o mənada işlədir, amma o deyil. Farsı mütünlərdə Pəştunda Qələc Simançuh kimin? Yox, bu deyil. Bu deyil. Əfqan sözün mən bir ayrı cəlsədə tapdım, yazdıq, amma o deyil. Almaq üçün pəzir Yazidi Pəlidini, Übeydillahi Ziyadni, Ömər Səədni, Təmur Qarfaq, Tarfaq, Təmur dəmir, Tarfaq birlə taraqlaylar. Ehtimalən tarqaq olacaqdır, yəni daraq kimi bir şeydən mənzurdur. Taraylar. Düz Xuda tinaqlarlar, ey möminlər, ey müsəlmanlar, bu nəsnuların ki itlədi
və kitabi bu hər halda biraz bura çox şeydi oxuya bilmirəm. Nağılı anda baş tapıram ki, qonu nədir. Amma vaqəən bu dumanın dalısından bu kitabı oxumaq özü bir işdir. Tamam. Qutaraq elə burada qutaraq gedək Koroğlunaməyə. Önəmli kitabdır. Bunun bəlkə əsli dahi Tacaşdan bundan PDF düzəlinirsə çox gözəl görünər və yaxşı ola bilər. Gedək bu o birisi kitabımıza baxaq, görək ki, o birisi kitabımız nədirdir. Onu fəqət dünən o tarixi iştibah oxumuşdum, onu tapdıq və bu özü sevincilidir. Koroğlunamə. Koroğlunamənin də kitabı keçildirik ki, səhifəyə yerləşsin. Görürük ki, bunun yarı gün, yarı qardon, ya müqəvva cildi var. Amma işlənibdir, həpriyibdir, çürüyübdür. Cildi açırıq, görürük, içində Osmanlı dövründə olan nəqqaşilərdən var. Birin dünən gecə bir Türkiyəli bir xanım videosunu gördüm. Məhşər bir bundan suyun üstündə çəkdi və kağaza göndərdi. Çox gözəl bir şey çıxartdı əslində. Vaqəən sevdim. Hətta gönlüm istədi ki, bunu örgəşəm özüm. Bir zaman burada örgədirdilər Torontoda. Biz 2006-7-də burada olanda, taza gələndə bir kilas var idi. Orada çox şeylər, türklər örgədirdilər. İndi oradan təəssüflə həm çox uzaqam, həm də ki, indi neçə ildir də əlaqəm oraya ilə kəsilibdir, xəbərim yoxdur. Bir neçə səhifədən sonra kitabın latincə burada bir şeylər yazıblar və bir möhür vurublar. Bu haradır, kimdir, nə mənə oxuya bilmirəm də ki, nədir? Təəssüflə bunlarda bir şey yox, fəqət burada gəlirik bu latincə, hər nə olsa. Sonra burada əlyazı ilə görürük, kitabın bir səhifəsidir ehtimalən. Əlyazı ilə də cırılıb gedibdir. Hikayət-i Koroğlu, məclisi əvvəl, ehtimalən belə oxunacaq. Yəni, şey deyil, kitabın içinə su gəlibdir, kəlmələr qatışıblar bir-birinə, cırılıbdır, gedibdir. Burada da bir ayrı səhifəni görürük ki, həm su gəlibdir, həm də cırılıbdır. Bunları görürük. O səhifənin o birisi tərəfini görürük. Burada da o cür və bu birinci yazıdır. O şey ki, farscada Tirknevis deyirlər. Bu birinci yazıdır. Niyə birinci yazıdır? Çünki elə bunun 3-cü ya 4-cü səhifəsində görürük ki, bir çox kəlmələri xətt çəkib üstündə yazıb, altında yazıbdır, ya cümləni kullən xətt çəkibdir, Tacaşdan davam eləyibdir. Neçə yerdə, yəni bu görsədir ki, bu adam yazdıqca biraz gedib qabağa görüb ki, qələtdir, ya düz deyil, o ki istəyir, o cümlə düz qurulmayıbdır, qeydibdir, bu birincidir. Yəni bu ən salim şey budur, birinci nüsxə. Yəni buna baxacaqsan, o biriləri yazacaqsan. Normalda nüsxəçilər belə bir nüsxə tapırlar, bunun üzündən o nüsxələri yazırlar. Əlbəttə, məsələn deyək, mən bu nüsxəni tapdım, bunun üstündən əl yazı ilə nüsxə elədim, yazdım. Bir nəfər mənim o yazdığım nüsxəni tapır, onunla yazır. Və onda dəyişik də ola bilər. Məndə də dəyişdirə bilərəm. Burada oxuyaram, deyərəm, burada bunu özü qələt deyib yazıbdır, imla qələti var, bunu düzəldim. Nə bilim, cümləni qələtdir, onu düzəldim. Burada adları səhv eləyibdir falan. Bu tür bir şeylərdə məsələn mən özümdən burada eləyə bilərəm, əlavə eləyəm. Burada öz qəzavətimi, öz anlayışımı, çünki da o adam yazan ki, bu adam ki bunu yazıb birinci dəfə ölüb gedibdir. İndi mən ki bunu oxuram, mənəm ki bu kitabla anlaşıram və mənim düşüncəm bu kitabdan nə bu kitabdakıdır, nə də o yazandakıdır. Fərqlidir. Çünki zaman fərqlidir, teknoloji fərqlidir, məkan fərqlidir, dil fərqliliyi var, görüş fərqliliyi var, savad fərqliliyi var, dünyada nə qədər yaşamısan, nə qədər dolanmışsan, o fərqi var. Bunlar ona görə hər kitabı oxuyan, hər kitab olur olsun, çap olsun ya əl yazma kitab, fərq eləməz. Birinci nüsxə olsun ya milyonuncu nüsxə olsun. Hər hansı bir nüsxəni ki, əlimizə tuturuq, belə oxumağa başlayırıq, ya telefonda oxuruq, o kitab o yazan da deyil, o
sonuncu çaplar da deyir. O kitab mənə aiddir daxı. Çünki o kitabı mən öz təcrübəmə görə, öz anlayışıma görə, öz görüşümə görə onu şey eləməyə başlayıram. Anlaşmağa onunla başlayıram o kitabla. İndi burada bu kitablar yazını görürük. Bunu oxumaq biraz bəlkə çətin olacaq. Çünki birinci dedim əlyazmadır, həm də şey olubdu. Eyni qəziyyədə davam edir. Məsələn burada əlbəttə elə bir nəzərə də gəlir ki, bu farscadır. به پیش پادشاه آمد چشم شاهی و اسب افتاد پادشاهی درویش را به وزیر نمود رویش olacaq درویش olmayacaq پادشاه رویش را به وزیر نمود و گفت که این جوانمرد کیست وزیر پرسید که ای جوان شجاع تو چیستی روشن به وزیر گفت که فلان buracan farsıdır. İndi baxarıq görürük ki, acaba mən tərif əbr içində şeiri də yenə şeycə yazıbdır. Mən tərif əbr çinin ra برای تو گویم götü dedi ey padişahım sənə xəbər verayım. Şeiri şey olubdur. Ehtimalən götürdü. Bizdə bir dənə bu müşkül var. Küçə bazarda sözləri yarımçılıq deyirik. Yarımçılıq dediyimiz üçün bəzən də gülməcə olur, ya pis anlama gəlir. Məsələn, götürdü, yəni bir şeyi bir yerdən götürmək. Amma məsələn Təbriz ləhcəsində götdü deyirlər, yəni ki götürdü anlamındadır. Amma o birisi tərəfdən də onun bir yaxşı mənası da yoxdur. Bu da bir yəni bir ayrı tərəfdən də baxanda onu yonsullar və gülürlər məsələn. Amma burada şeiri görürük ki, türkcə yazıb hər halda. Götdü dedi ey padişahım sənə xəbər verayım. Bu dərdə nişanə neçə kitab burada qatlanıbdır beləsi, axırı düşməyibdir, calibdir. Bunu indi türkcəsini yazıbdır. Altında qırmızı qələminə, hətta qırmızı da deyil, biraz açıq qırmızı, buna çöhrayı deyirdilər ilm əhsilanlar. Açıq qırmızı ilə də onun altında farscasını yazıbdır. Bəli, burada şeiri görürük ki, türkcədir. İkinci sətirdə odur ki, gəl amədəm çeşmi pədəri tu را در آورم پایتختی که آقا بنوکر خودش بازخراد. Hər halda əsli dastanı farsca deyib, amma şeirlərin hamısını burada yenə də mən özdən 70-dən sən özün yoxudun. Hər namərdinə nun sözünə hər namərdlikinin sözünə baxdun. Aturam şəhərin yıxaram təxtün. Meydanın bu yaram qanə gül rəngi. ای پادشاه بخندید پادشاه بخندید و گفت تو شاهی شهر را خراب میکنی و تخت مرا میگیری. بعد از آن روشن گفت به پادشاه چی؟ Türkçe yazıbdır. Yəni xətti oxumalı xətti insafən bunda şey yoxdur. Yəni dedim birinci əl yazmadır. Çoxlu məsələn bu səhifədə əgər saysam 27-ci səhifədir PDF-də. Cəlibdir, bu kitab 416 səhifədir. Hər PDF-in hər səhifəsində bir dənə səhifə qoyublar. Yəni düz 416 səhifəlikdir. Əvvəldə bir neçə səhifə boşdur, cildidir və axirdə daha belə. Amma indi məsələn bu 27-ci səhifəyə baxanda 1000 məsələn burada parsı nəfər adam bərdاشته. Məsələn burada parsədir, nədir? Bunun üstündə nəfər adam bərdاشتن üstünə xətt çəkibdir. Tazaşdan devam edip çetin ademi به می رسد نمیدانیم که چه کاره است میان دو پادشاه را گرفته یک نفر سوداگر را زده است. Belə bir şey.
Türkçədə bəllidir. Bunun yazılması farscanı da türkçə yazıbdır. Yəni türkçədən tərcümə edib farsçaya. Onun üçün amma çalışıb ki, farsça yazsın. Yenə də burada bir şeirinə yetişirik. Yek türkçi bez ne mənə burada bir şey calibdir. Burada bir türkçe şeyci gördüm. Görək nə yazıbdı. Tura nə burdəm از دولت جایی را تاختن و تاخت و تاز نگمرام سردار حکم کرد که ای ظالمان بگیرید احتمالا olacaq da این ظالمان ey ظالمان بگیرید این دیوانه را ki calibdir bunu ey zaliman deyir. Ey zaliman بگیرید این دیوانه را ki kör oğlu seda ku ne mənə ki burada o şeydə şeydi. ای سردار همیشه در حین دعوا کردن با ترکی و دعوا میکنی با ترکی dilin istirdi ya. Calibdir. ای سردار ای سردار همیشه در حین دعوا کردن dava eləyəndə با ترکی dava میکنی. Türk dili ilə davaşırsan. Möhlət بدهیک ترکی بزمن میرسیده بگویم به ذهن من میرسیده به ذهن من میرسیده بگویم icazə verirsən möhlət ver de bir türkü mənim zehnimə gəlibdi onu sənə deyim بعد از آن dava بکنیم ondan sonra savaşaq هینی نمونه خان گفت حسین علی خان گفت هرچه میخواهی بگو Çoroğlu تیر صدف sazın istirdesin ehtimal. تیر صدف خود را برداشته برای نمود گفت حالا burada bir şey yazıbdı. Gofт canım Sərdar budur sözün doğrusu. Can burada mesela şey olubdu. O silibdi. Can alıcı Əzrail mi gəlmişəm. Can alıcı Əzrailəm gəlmişəm. Can almaq çeşmim cəllad uğrusu. Can almaq çeşmim cəllad uğrusu. Can alıcı Əzrailam gəlmişəm. Gördüm Sərdar bugün handa gedirsən. Görüm Sərdar bugün handa gedirsən. Xəncər alıb bağrın başın dəlirsən. Bugün bu dünyanın tərkin edirsən. Can alıcı Əzrailam gəlmişəm. Həmçinin burada yerində bir şey oldu. Bəd az şenidən in cavab. İndi burada həmçinin nə olacaqdı? وزیر حسین علی خان حاکم ایروان عرض کرد که ای خان به چنین دیوانه سر برگذاشتن درست نیست. Çoroğlu گفت آقا وزیر من خوب sənə neynədim? Hər nə etdim dost göldən eylədim. Dost göldən eylədim beləsi. Səni ad Sərdar cəllad eylədim. Səni adsız darə cəllad eylədim. Can alıcı Əzrailam gəlmişəm. Sərdar گفت که ای دیوانه هرچه به دهنت می آید می گویی. حالا تو را از ازیر وزیر میکنم. ازیر وزیر میکنم. Çoroğlu گفت indi zərbi şəstim sənə bildirim. Dostun ağladım düşmən güldürüm. Çoroğludur valih sən öldürüm. Vallah səni öldürüm. Can alıcı Əzrailəm gəlmişəm. Çoroğlu حرف خود را تمام کرد. سردار حکم کرد که بگیرید. Çoroğlu گفت جان من جوانها بزنید. جان من جوانها بزنید و دعوا از هر دو طرف برهم خورد.
bir-birinə dəydi. Çox gözəl tərcümə. Yəni adamın farsı savadı əslən yoxdur. Əslən yoxdur. Bəzi kəlmələri farsı bilir, amma farsını kamil bilmir. Onun üçün türkünü tərcümə eləyir, hər yerdə tərcümə eləyir. Tərcümə elədiyinizdə çox cəlib, məsələn, bir-birinə dəydilər. Yəni Koroğlu dedi ki, cavanlar girin savaşa, bu da dəydilər bir-birinə. Qoşun dəydi, bərhəm xurd. Bərhəm xurd yəni ki, məsələn farsıda bu məniyə gəlir ki, yəni olmadı da. O iş olmadı. Amma burada görürük ki, mənzuru budur ki, yox, savaşa iki ləşkər bir-birinə dəydilər, girdilər bir-birinə məsələn. Çox cəlib, yəni Dastanın yəni o şeirləri deyə bilməzdi. Neynəsin? Yəni çalışdı ki, o şeirləri türkcə desin. Biraz indi bu əlyazma çox cəlib bir əlyazmadır. Mən bu əlyazmanı oxuya bilərəm. Bunun üstündə bir 10 səfə bu kitabı oxumağa ehtiyacım vardı ki, bu kitabı tanıyım və bunu oxuyayım. Yenə burada bir, məsələn, çox yerdə silib. Dedim, bu birinci yazıdır. Və birinci yazı, əlbəttə çox da gözəl xətti var. Yəni, məsələn, mən bir əmoğlum var, Allah səlamət eləsin. O bunu rahat oxuyar əgər şey olsa. Çünki o bu xətti, özünün də xətti buna yaxındır. Bu xətti çox rahat oxuyar. Amma mənə, məsələn, gələndə, mən üçün xəttim mixi xətə çox yaxındır. Onun üçün mən bunu biraz... Amma oxuyaram, yəni çətin kitab deyil. Cəlibdir, bir dənə səhifəyə gəldik, orada bir dənə qələt var. Vəssalam, ondan sonra qələt yoxdur və şeir də yoxdur, onun üçün farsıdır orası. Amma kitaba əvvəl bir beləsi baxaq, sonra bunun oradan burasından biraz da oxuyaq. Bəlkə bir tarix axtarıram. Yəni bu kitabdan bir tarix axtarıram, görüm hangi zamanda istəyibdir bunu farsca yazsın. Mənə belə gəlir ki, چوپان جان تو جان اسب من چوپان گفت درلان gene bu da kitabın axiridir ki şey oxumur. Xatircəm baş برو چوپان هرچند گفت درهان خدالا نمنه خدالا verdi خود می گفت ای خدا چنین باشد که این مرد دیگر نیاید توبه می دهم این اسب اسباب و لباس برای من بس است Koroğlu از چوبان veda در هم gene de burada bir şey silipti جالم رخت چوپان در بر چوپان در دست شهر دورفا اورفا همان شهر اورفا را ملاحظه کرد میرفت به در دروازه شهر رسید میرفت به در دروازه شهر رسیده بسم الله گفته داخل شهر اورفا گردید کروغلی در بیان شهر در میان شهر به یک کوچه میرفت نگاه کرد دید یک نفر عثمانلو می آید جالبdir bir nəfər Osmanlı mi ayad yəni dəqiqən türkcəni yazmağa çalışır amma istir farsça yazsın در دستش indi buranı silibdi üstünü silibdi یک حقه گوشت در دست دارد در دستش اول silibdi ondan sonra یک حقه گوشت در دست دارد Darədi də 2 dəfə yazıbdı. Çünki bir dəfə dərdəsti görüb ki, yazmayıbdı. Onu silibdi darədi. Üstündə dərdəsti yazıbdı. Sonra darədi yazıldı. Koroğlu did ki Osmanlı به گوشت نگاه میکند پیهم صلوات میفرستد کروغلو به زبان ترکی عثمانلو گفت اگر این گوشت چطور گوشت است گفت که این گوشت چطور گوشت است پیهم آه میکشی پی در پی آه جالبه پیهم آه میکشی و صلوات میفرستی عثمانلو گفت آدم مگر تو غریبی از جای خود ربایی این شهر از جای دور به این شهر آمده کروغلو گفت بله از جای دور می آیم عثمانلو گفت مگر خبر نداری اگر در
مملکت نان گران باشد در این ولایت گوشت گران است. İndi buradan sonra 7 nəfərə gedir. Çuban canı to, canı əsbim. Nöq tərs şey oldu. Nə? Hara getdi? یک نفر مریض دارم. طبیب برای او گوشت گفته بود. روزی می آمدم جستجو می نمودم. به دستم نمی افتاد. امروز آمدم دیدم در دکان ایوز پسر میر ابراهیم قصاب گوشتی می فروشد. Cəlibdir. Oxumaq olur, yəni çox rahatdır oxuması. Selamun aleyküm, aleyküm salam əziz dostum. Çox gözəl bir kitabdır, əlyazma kitabdır. Bu kitabı məlumdur ki, qələm ilə yazıblar. Amma Midada da bənzir. Yəni burası da vardı ki, nəzərimə gəlir ki, Midatla yazılıbdır. Amma qələm formatında yazılıb. Yəni elə bir ki, Midatı məsələn nə bilim, nə cür qəddirmiş, nə cür hərəkət edirmiş ki, elə bir ki, qələm ilə yazılıbdır. Bir də qələmdə rəng. Məmulən əvvəl ki, davaya vururlar, ya cöhərə vururlar, batırırlar, sonra yazırlar. Əvvəli biraz rəngi tüt olur, sonra rəngi azalır. Amma burada onu görmürəm. Yəni, ona görə nəzərimə gəlir ki, Midatdır. Midat da olsa, keçən 350 ilin kitabı olacaqdır. Yenə də burada bir şeirə rast gəlirik. Getdikcə xətt də gözəlləşir. Mənim gözümdə adət edir bu xəttə. Getdikcə که تدارک کند ایوز با چروغلی در اتاق نشسته بودند. ایوز نشتر در پای چروغلو، نشتر هر دو چشم چروغلو. ایوز بودید که ایوز از جای خود برخاست. یک şişe biraz kitabın axirdə düşməyib, ona görə naqis görür. از طاق اتاق بر زیر آورد و به پیشی خود گذاشت. و yəni به پیش öz qabağına qoydu. Orada deyir ki, به پیش خود گذاشت. Çox cəlibdir. و چروغلی دید که ایوز ساعدهای سیمین خود را بالا کرد. از şərab پیاله میریخت و tamam. Yəni çox gözəl yazıbdır. Bəllidir ki, bunu yazan türkcədir. Burada da indi yetişib bir yerə ki, şeir oxur və şeiri türkcə yazıb, amma farsca bunu nə edibdir? Tərcümə edibdir qırmızı rənglə. Aynı vəziyyətdə davam edir. Gedim kitabın aynı vəziyyətdə davam edir. Bu kitab birinci nüsxəsidir. Yəni əl yazmasıdır. Çünki içində çoxlu, yəni milyonlar bunun içində kəlmələri silibdir, təzaşdan yazıbdır, xətləyib, yəni xətləyibdir, təzaşdan yazıbdır. Bu bunu göstərir ki, əvvəlimci şeydir. Amma cəlibdir. Burada nəzərimə gəldi, bu səhifədə nəzərimə gəldi ki, bura gözəl də yazısı var. İnsafən getdikcə də yazısı da gözəlləşir. Nəzərə gəlir ki, necür deyim, xudnevislə yəni yazıbdır. Qələmlə yazıbdır. Çünki burada rəngi də bir yerdə gördüm ki, şey olubdur. Damıbdır, su kimi qalxıbdır. Orada nəzərimə gəlir ki, bəlkə qələm olar, amma mən çox ehtimal verirəm Midat olsun. Yəni %90 deyirəm ki, bu Midat yazısıdır. Amma bəzi yerdə gözüm bir şeylər görür. Oradan da deyirəm ki, məsələn, burada yenə də 2-3 yerdə nəzərə gəlir ki, cöhərin suyu dağılıbdır və bəzi yerdə də o cöhərin rəngi azalıbdır. Yəni, bəzi yerdə cöhərin rəngi mənə belə gəlir. İndi beləsi deyim. Biz İranda bizə buna xudnevis deyiblər də. Yəni, qələmdir. Qələmin için cöhər ilə dolduruq, daimən axır. Mənə gəlir ki, onunla yazıbdır. Yəni, qədimki ne ilə yazılan, qəmişlə yazılan qələmlərdən deyil bu. Onun üçün mənə oradan belə gəlir ki, bu, ona görə də ağzı standardıdır. Yəni, onun o ucu ki, qələm daimən oradan cöhər gəlir kitabın üstünə, yazır oradan, o da sabitdir də, yəni değişilmir. Çünki əgər ney olsa, yəni qəmiş olsa, qəmişi hər dəfə ki, kəsirlər, onda ağzının yekəliği değişilir. Burada üçün əvvəldən axırı değişilmir, nəzərimə gəlir ki, o cür bir qələm ilə yazmış olublar.
gedək şuraq bu kitabın axirlərində bir tarixizat tapa bilərik. Əvvəlində də əlbəttə baxmamışam tarixinə. Burada nə də latinə gəldi, yetişdi. Burada bir dənə də tarix gördüm. 1250 tarixin özü vurubdu. Tamam. İn kitab. Şeir deyibdi, şeirin axirində bağlayıbdı. Gül qoluq etdi kamil ustadə. Ehtimalen gül qulluq etdi kamil ustadə. Kəmalə yetmədi, iş xətm qaldı. Ya iş xəm qaldı. Belə, indi bu nə cürdür? Danəndələr köçdü, getdi dünyadan. Bədəlində bir əqli yox kim qaldı? Laut kimsə demərəm yaman dil. Hündür bu dünyanı yəqin bul. Mündür bu dünyanı yəqin bul. Nuh ömrü eylədir 1900 il. Nuh ömr eylədi 1900 il. Sanasan bir səhər bir axşam qaldı. Hökm eylən oturub dururdum deyələr, dəlilər. Hökm eylən oturub dururdum dəlilər. Az kəs buyurub vururdum dəlilər. Malım iyi, eşim yoxdur, yüzdüm dinlər. Malım iyi, eşeğim, yüzdüm deyənlər. Ehtimalen eşiyim, malım evim. Malım iyi, eşiyim, yüzdüm deyənlər. Eylə köçdü getdi, quru dam qaldı. Eylə köçdü getdi, quru dam qaldı. Nirgaristanlı Sadıq ay nasibilə şəcərdən biri çəkmiş ay nasibilə. İskəndər yeridi ay nasibilə. Nəminə Cəmşidi qaldı, nə Cəmşidi qaldı, nə də Cəm qaldı. Kitab burada qurtarır. Tamam şud kitab-ı Kiroğlu. Burada belə yazır. Aşağısında Tazaşdın aynı xəttinə bir ayrı bir şey yazıb. Yazıb ki, mucib-i təsnif. Niyə yazmışam? Mucib-i təsnif. İn kitab bəyani sahibi mərzi əl-kəndür. İn kitab yaman sahibi mərza əl-kəndür müsənnifi in Sadiq bəy adın deyir. Əgər eləyə bilsəm bu xətti oxuyam. Burası biraz da şeydir. Koroğlu naməni əvvəl burada yazaq, cürəxləmədi. İn kitab yaman sahibi mərza əl-kəndür. Mərz əl-kəndür. Ehtimalən burada 2 dənə əlif var, bilmirəm nə deməkdir. Müsənnifi in kitab, üstə aparıb yazıb kitab. Sadiq bəy məhvər. Bir aşi Sadiq nevisində mi nə? Əvvəl bu yazaq kitabın adın. Koroğlu namə. Yazar, özü üçün yazıbdı, onu deyək. Sahibi mərzi əl-kəndür. Müsənnifi in kitab Sadiq bəy məhvər be məşhur be aşıq yaxçı məşhur be aşıq Sadıq.
Yaxşı. Nevisəndə İnkitab Mirza Abdülvəhhab Tazışdan. İndi bu yazardı, amma nə cür oldu? Sahibi, ehtimalən bu sahibi bu. Amma yazıb ki, müsənnifi İnkitab Sadiq bəy məşhur və Aşıq Sadıq nevisəndə İnkitab Mirza həttəmən o da olacaq. Mirza Abdülvəhhab nevisəndə geri در huzuri نویسنده کرمی در huzuri burada bir şey yazıbdır. Yani Mirza Mehdi Cilani ve Hazret Guli Bey ve Yaqub Bey غلامان و خدمتکاران مزدا الکندür در روزی çaharşənbə tarixin yazaq burada. Tarix heç olmasa onu görək. Burada 3-4 nəfərin adını çəkdi. در روزی çaharşənbə پانزدهم ماه ربیع الاول 1250. Cəndə axirin şeirindən qutarıb, amma bunu oxuya bilmədim. Bundan bir əks salım görüm ki, şey mənə köməklik eləyə bilər bunu. Bu Google, bu ChatGPT falan bunlar mənə köməklik eləsələr bunu oxumağa. Çünki bu xətt biraz əvvəldəkindən biraz şeydir, yaxşı deyil. Tamam, belə eləyək, elə bu qədər görər. Gələk burada əvvəl Google-dən. Google-də burada verək Google. Əvvəl Google-in özünə verək ki, upload file. Bunu bizə oxusa yaxşı olar. Görək burada nə dedi? Dedi ki, the image displays a page from an historical manuscript written primarily in Persian deyil. Əlbəttə Persiandir, biraz düz deyir. With some red text annotations that may be in Ottoman Turkish or another related language. Tamam, bu cürüm bunu nə mənədir? The text appears to be a work of ethics and political philosophy, possibly a copy of Nasir ad-Din al-Tusi. Yox, getdi ayrı şeyə. Bu eləyə bilmədik. Hara getdi bu da? Bu səhifədə nələr yazılmışdır? Bunu öncədən bunu cəlib şey elirdi. Deyirdi ki, bu əksin nə cür oxuyayım? Getdi bir ayrı kitabları gətirdi. İnsafə şamil mətn ist ki be nəzər mirəsə bəxş edəcək nüsxə xətti qədimi be dəlil ədəm vücudu nətayic cüstücü mufid. Bu olmadı. Məmulən burada belə elər. Yəni bunu görsədər deyər ki, bunu text, select text. Mən indi bunu select textdə əlbəttə eləyə bilərəm ki, deyim, bura şey olsun. Ayda, yenə getdi. Select text. Copy. Burada bir şey yazıbdır. Görək ki, bu nə mənədir? Əgər oxuya bilsək bunu. Bat məkəmə verim yaman dilbə bədə 632 Nur Ömranidə Ruman Batu Muve budi ayrı dildə götürdü. Yəni bu götürüb şeydə yazıbdır. Əslində düzünü axtarsaz götürüb ordu dilində yazıb ki, xurub və dərcam dili az inçə güçdür. Tamam, bu şey eləməyib. Bunu silim görüm. Bunu qoysaq bura nə görsədir? Batma kim verim yaman dilbə Nuri Ömranidə Ruman Batu. Tamam, bu da yenə elə həmandır ki, mən
fotokopi elədim. Aha, tarixi buradadır. Yəni burada tarix mühümdür. Buradan üstəsini silin. Bunu buradan götürüm. Kat eləyim, gətirim. Bunu eyni halda burada qoyaq. Görək ki, bunun o səhifəsini oxuya bilir ya yox. Bu səhifənin türkcə və yazarın adı olan bölümün oxurmusan? Görək ki, bunu eləyə bilir, oxusun. Bu da bu. Amma indi burada bir iş görək. Gedək burada bir dənə səhifə açaq. Bu yazını qoyaq orada, oxuyaq. Görək ki, nə yazıbdır. Burada bir səhifə açaq. Feylən qoyaq burada. این کتاب ماه مهر مرزا الکندر مصنف این تاریخ بی مشهور الله تعالی صرف نویسنده این کتاب میرزا aha beləsi olacaqdı burası. نویسنده این کتاب میرزا عبدالوهاب نویسنده اینجوری در حضور چنده burada şeydi. در حضور او اجماع نیز یار مرزا صدر کلید نورینی حضرت belə bir şey değil. Tamam. Burada bazı adları deyirdim, bəlkə buradan köməklik alaq. Aydat, onu bağladıq, xeyif oldu. Bu qaldı. Gedək burada bir şey deyə bilir. Baxdım, bu səhifədə tamamını dəqiqəsi ilə oxumaq xətlər, ləkələr və qırıqlar səbəbilə çətindir. Amma aşağı qismindəki türkcə mətn və yazarın adı keçən bölüm ümumən oxuna bilir. Açıqca oxuna bilənləri, şübhəli yerləri sual əlaməti ilə işarə elədim. Türkcə bölüm səhifənin aşağı qismi. İş bu kitab dahi Bəndi-i Zəif Əbdülrəhim İbni Əbdülrəuf tərəfindən təhrir olunub. Getdi bu Əbdülrəhim İbni Əbdülrəuf. Əslən buna rəbti yoxdur, dəlil şeyi yoxdur. Yəni bu adam bir ayrı bir şey yazıbdır. Bu da bir qabaqçı kitabı ki, Əbdülrəhim İbni Əbdülrəuf yazmışdı, onu getdi gətirdi bura. Bu da doğru deyil. Yəni oxuya bilmədi, amma gətirdi burada özündən bir şey bizə demağa, satmağa çalışır. Bura haradır? Bunu ki oxuduq, tamam. Yox, yenə getdi bu Molla Əbdülrəhim, Molla Əbdülrəuf ora getdi, bu deyil. Tamam, bunu qoyaq qalsın burada. Bu da dərdə dəyməz, bu da qalsın. Bir dənə bir iş görəcəkdim. Tamam, Çayınızlərinki də oxumur məmulən, şey olur, amma. Qeydək özümüz bu kitabın üstündə biraz çalışaq. موجب تصنیف این کتاب پیمان صاحب میرزا الکندر. Burada peymandır, nədir bu? Peyman tamam da peyman, yaman, aman. Sahib Mirza Elkendür, müsənnifi in kitab Sadiq Bəy, məşhur və Aşıq Sadıq nevisəndə in kitab yenə də yazıbdır. Mirza Əbdülvəhhab nevisəndə Mirza Əbdülvəhhab orada düz oxuyub ha, yəni o Mirza da molla deyil, amma burada onu yazıbdır. İn kitab Yaman sahib Mirza Elkendür, müsənnifi in kitab Sadiq Bəy, məşhur və Aşıq Sadıq nevisəndə, yenə də qutardı. Nevisəndə in kitab Mirza Əbdülvəhhab nevisəndə Cəzmi در حضوری
Burada bir şey yazıbdı amma oxunmur nədir? Yəni Mirza Mehdi Cilani və Həzrət Quli bəy və Yaqub bəy غلامان و خدمتکاران حمالان میرزا الکندور حمالان میرزا الکندور در روز چهارشنبه 15 ماه ربیع الاول 1250 yazıldı. Aşıq hərzə sözü gəldi eyləməz, kəlam eyləməz. Aşıq hərzə sözü kəlam eyləməz, xəsis bir kimsəyə ənam eyləməz. Məclis dünya işini məclis deyib, bu nədir? Heç kəs dünya işini tamam eyləməz. Çoxlar cəhd eylə nay tamam qaldı. Cəhd eylədi, nay tamam qaldı, natamam qaldı. Cəhd eylədi, natamam qaldı. این نسخه را از اول تا آخر محمود خان دنبلی Mirxoy bunu bir dərə kitabı çevirsəm bəlkə eləyə biləm, bunu oxuyam. Buradan bir şey gətirək. این نسخه را از اول تا آخر محمود خان دنبلی میرخوی جمعی که است نمک است صحیح است، اما در رسم الخط ترکی پاها درست نوشته شده است. عالیجاه میرزا الکندور burada derler falan xətti sahih. Kitabın burasındadır. Bi xətti və səti xətti sahih xətt نوشته burada gəldi şude است. Mirza Alkendur doğular nəminə burada yenə burada elə həman bunu burada deyir. Bu buradır, düşübdür bura. Tamam, 2 dəfə buranı şey eləyibdi. Əvvəldən axirə can Mahmud Xan Dünbəli Mirxoy cəm'i kərdi است. Əvvəldən axirə bunu bir nəfər oturub burada yazıbdır. Mahmud Xan Dünbəli Mirxoy cəm کرده است. صحیح است. اما در رسم الخط ترکی پارها درست نوشته شده است. در رسم الخط ترکی پاها درست نوشته شده است. عالیجاه میرزا الکندور دلالری به خطی و فلان خط صحیح است. Belə bir şey نوشته شده است. Tamam, belə bir şey. Pəs burada da bu, bir dənə də burada bir şey tapdıq. Bu kitab Koroğlunamə yazanlar hər halda Sadıq bəydir. Bunu yazanlar, yəni bunların huzurunda olubdu. Əslində belə yaxşı ki, bu kitab özü də dedi, burada cəlib bir söz dedi ki, موجب تصنیف. موجب تصنیف nədir? Budur ki, این کتاب احتمالاً به میان sahibi Mirza Alkendur müsənnifi, bu onların, yəni ehtimalən o adam bunları Mirza Alkendur deyib ki, gəlin oturun bunu şey eləyin. Müsənnifi in kitab Sadıq bəy, məşhur və Aşıq Sadıq, biri budur. İn kitab Mirza Abdülvəhhab nevisəndə in kitab. Ehtimalən müsənnifdən mənzuru budur ki, bir nəfər bunu o aşıq ki deyibdi, odur. Aşıq dediğidir. Nevisəndəsi də, yəni yazan da Mirza Abdülvəhhabdır. Nevisəndə Germi der huzuri. Huzuri kimində? Yəni huzuri burada bir şey yazıb amma kimdir o oxuya bilmirəm. Yəni Mirza Mehdi Cilani və Həzrət Qulinin və Yaqub bəy bunların üçünün və qulamdar, xidmətkarlar, hammalan Mirza Alkendur, onların, yəni Mirza Alkendurun qulamları, xidmətkarları ilə bunlar şahid olublar. Çərşənbə günü 15 mah Rəbiül əvvəl 1250. Tamam, bunu gördük. İndi burada tarixi çıxartdıq. Bu kitabın, bu nağıl ki, türkcə, farsça və farsısız da türkçədir əslində.
Onu istəyək biz tarixini tapaq. Deyərik ki, bu günləri 1447-ci ildir. Bundan çıxsaq 1250 çıxsaq 197 il öncə bu kitab yazılıbdır. Tamam. Bu günlər bu kitabı da oxuduq. Allaha min mərtəbə şükür olsun. Cəlib kitabdır. Yəni əvvəlindən əgər eləyə bilsək bunun bir... Bu kitab Fransada saxlanılır. Cəlibdir. Koroğlu kitabı Fransada. Mən əvvəlinə nə cür olub diqqət eləməmişəm bunun. Bunun kitab Fransada saxlanır. Ehtimalən Department des Manuscripts. Bu da manuskripti, yəni əl yazı şeyində saxlanır. Ricole 1834-1835 illərində yazılmış ola bilər. Onda da elə bu tarixindən cür gələr. Yəni indi 2000, bunu da beləsə hesablayaq. 2026-dır. Bundan çıxsaq 1834-1834-ü çıxsaq 192 il. Biz də yazdıq 197 il. Mən qəməri ildə bir neçə gün kiçikdir. Ona görə dürcələr. Yəni o qədər fərq eləməz. Yəni 190, bilmirəm indi qəməri illə şəmsi ilin 7 gündür, neçə gündür fərqi var. Onu bilmirəm, yadımda deyil. Hər neçə gündür. Bunu burada gördük. O təqribən bu çıxırdı. Yəni üst-üstə desək elə tarixlər bir-birinə oxuyur. Bu kitab cildini gördük. Birində içində nəqqaşəsini gördük. 1 2 3 4 xətt boşdur. Burada latincə bir yazısı və burada hekayət Koroğlu məclisi əvvəl əsli nəsəbi Koroğlu az təki Türkan است. اسم پوزاد میرزا است اسم نمونه پرزاد میرزا صراف آب دستم kitap qatlanıbdır da orası görsənmir. Roşan Mirza در آن iqamət edən Şahu Türktan, yəni Sultan adını da yazıb burada Sultanın, Sultan Muraddır ehtimalən çünki oxunmur. Və hərçə padişahı Türkistan, Türkistan deyir, ha cəlibdir. Burada da burada bir şey yazıbdır. Roşan Mirzadır. Roşan Mirza در آن iqamət nə mənə şah belə bir şey görür. Kərdə Şah Türkistan bud. Yəni Sultan, heyf ki bunun adı görsənmir kanun. Ehtimalən bu Murad olacaqdı, görsənmir. Amma o birisi səhifəyə də baxsaq, burada bəlkə səhifədə görsənər, bu birisi səhifədə görsənmir. Təəssüflə bu, yəni qatışıqdır, o qədər qatışıqdır ki, görsənmir. Mən Sultan Murad oxuyuram və dəhr çe padişahı Türkistan این نمونه داشت همه در دست هزار بود میرزا بود همه در دست میرزا بود روزی یک نفر الخیتیان خبر به میرزا آورد که از نمونه خانه جیهون یک از میان آب آمد آگه و به درباریان جهید که از آن باز به میان آب فرو رفت. میرزا شنیدن این چیز به میان اینجی آمد. Tamam belə elçi آمد. به آن oxunmur amma yəni oxumaq olar. Yəni dediyim kimi bu kitab çox da çətin yazılmayıbdır. Yazısı çox rahatdır. تمنا زده نشان نمود با نان سپرد که متوجه به آنان احتمال به آنان سپرد که متوجه باشید در حین
رانیدن یا نمایندن مادپانه ها به من خبر بدهید. خبر بیاورید. بردن آمدن اسب، بیرون آمدن اسب از آب تاریخ. burada bir tarih yazıbdır. Cəhid falan ki əstər bud. Hengam zayiden falan cəndə oxunmur. Mirza به نزد مادیانها آمد. Tab oxumaq olar. Yəni bu düzdür, cırılıbdır, şey olubdur, rəh tökülübdür, su tökülübdür, qatışıbdır. Əvvəlləri biraz çətin görünür, amma bu kitabı türkcədir və yəni dastan türkcə, şeirlər farsca, farscası da şeirlər türkcə, dastan farsca. Yəni hər yerdə ki aşıq oxur söz deyir, oranı türkcə yazıbdır. Farsiyə də qırmızı rənglə tərcümə ediblər. Hər yerdə ki nağılın özün deyir, şeir oxumur, orada da oranı farsca deyibdir. Amma farscası belə türkcədir yəni. Bu kitabdan keçək görək ki, bir ayrı kitab nə tapırıq, onu oxuyaq. Yaxşı, bu Koroğlunamə Qıssasül Ənbiya. Bunun adını biraz değiştirək. Burada Uyğuri yazıbdır, Rəbuğuzi yazıb. Nədir? Bunu götürək. Tamam, bu Qıssasül Ənbiya, Koroğlunamə, əlyazma. Mən buna bir şey əlavə eləyim. Farsça, türkcə əlavə eləyim. Farsca, türkcə, əlyazma. Tamam, beləsə bu da geçsin. Bir ayrı kitaba baxaq, görək ki hara getdi. Tamam, bura budur. Lüğətnamə Farsi Türkü Osmanlı, bunu açaq. Mən lüğətindən aram olmadığı üçün bunda çox qalmayacağam ehtimalən. Amma bir dənə də ayrı kitab var, Təlimnamə. Bu çox gözəl olacaq məncə. Lüğəti əvvəl dediyinə mən əvvəl, bu hansısıdır? Bu Koroğlu idi, bu da Qıssasül Ənbiya. Gəldik bunu əvvəl buna bir baxaq, görək ki Lüğətnamə Farsi Türkü Osmanlı. Calibdir ki, Osmanlının torpaqlarında yüzlər dil var və o dillərlə hər yerdə qəbir daşlarında, məsələn məscidlərin üstündə, kilisaların üstündə yazılar var. Bunlara istinadən demək olmaz ki, onun dili məsələn Rumcadır, Yunancadır ya məsələn nə bilim bir ayrı dillər. Amma türkcəyə əhəmiyyət verdiyi buradan görünür. Kitaba baxırıq. Bu kitabın adı nə oldu? Lüğətnamə Farsi Türkü. Görürsünüz ki, bu çox işlənibdir, cırılıbdır, həm şeyi görsənir, cildi gönümüş ehtimalən. Ehtimalən gönümüş, amma kağaza da bənzir. Yəni üstü kağazmış ehtimal verirəm. Mənə elə gəldi ki, kağazdır. Kağazdır, qardonun üstünə çəkilmişmiş, o aradan gedibdir. Şirazəsi, kitabın vərəqləri bir yerə tikilir, orası cırılıbdır təqribən, kağazın şeyi görsənir. İkinci səhifəsində görürük bir abı kağaz yapışdırıblar. Burada da Lüğət-i Osmani deyə bir şey varmış, burada yazılmışmış, cırılıbdır. O kitabın cırılığının qaranlığı da burada görsənir. Lüğət-i Osmani buradadır. O birisi səhifədə də burada tərifi qeyd olunubdur. İltibas olan məhəllərdə. Burada da ehtimalən kəlmələr harda qələt yazılıbdır. Onların bu şeydə deyibdir, Kitabxanə Milli. Əcəba bura haranınkidir? Ehtimal burada da bir dənə təzə Kitabxanə Milli yazıbdır. Amma haradır bu da bilmirəm. Burada kitabın əvvəli görür ki, surəti imtiyaz. Burada da bir şeylər yazılıb, yenə də cırılıbdır, bəllidir. Davamında yenə də kitabxananın möhrünü burada görürük və səhifə çox cırılıbdır. Bu səhifədən belə bir gələn şeydir, salimdir. 1024 səhifəlik bir kitabla söyləyirik. Bu əl yazma deyil.
Mənə belə gəlir ki, bu əlyazma deyil, bu daş çapdır. Mənə belə gəldi. Mən bunu əlyazma görmürəm. Burasını əlbəttə baxarıq, görürük, burada ehtimalən bir şeylər yazıbdır. Kitabın əsli buradan başlanır. Əlavəli müntəxəbati ali lüğat Osmaniyyə. Əlavəli müntəxəbat lüğat Osmaniyyə. Müntəxəbat lüğat Osmaniyyənin cədavili səni 1291. Çapının üstünə də şey vurubdur. Yəni nəqqaşda çəkiblər. Min hülləti məasini əsril əziziyyə. Ehtimalən Əziziyyə Sultan Əzizin dövrəsi olacaqdır. Ehtimalən. Yəni mən indi bunlarda çox da şeyim yoxdur. Ondan sonra burada görürük ki, dediyim kimi bu bir nəqqaş şeydir, çap kitabıdır və tarixini də oxuduq. Buna çox da getmirəm. Dahi qeydim əvvəldən, fəqət mənə bu bölümü əgər eləyə bilsəm oxuyam, bura çox yaxşı olar. Nəmini nam kitab sulsi dərəcəsində lüğat əlavə və amini, ehtimalən bu nəminə olacaqdır. Namini və əlavə və namini əlali lüğat silə təbinə imtiyaz. Burada cırılıb da, bunları cırıldığı üçün oxuya bilmirəm. Onun üçün mənə bunu bağışlarsınız. Kitabın hətta başında da bir şey yaz. Surəti imtiyaz deyə, qalanı da cırılıb gedibdir. Ona görə görmürəm ki, əvvəldə nə yazılıbdır. Surəti imtiyaz kimi oxuyuram, amma ola bilər ki, ayrı bir şey olsun. Nam-ı kitabə, bunu da əvvəli gedib, niyə? Niyə? Nam-ı kitabə sülsi dərəcəsində lüğat əlavə və namini əlali lüğat nəmənəsilə təbinə imtiyazlı olaraq ruxsat əzasını müddəi əfəndidən, nə mənədir indi oradan, hər kəsəndir. Ya müddəi əfəndidən Xəlil əfəndinin vermiş olduğu ərzhal məclis-i məarifəyi əl-həyyül iləykə əlavə edəcəyi lüğatun umumə faidə bəxş olacaqı anlaşmışkündən burada yenə düşübdür, tərəfinə aid olmaq və istədiyi mətbəədə təbi etdirmək və yenə burada bir şey, kitab həm cırılmışmış, ehtimalən qatlanıbdır, kəlmə orada yaxşı düşmür. Və əndə yenə də burada da aynı məsələ olur. Səhhasinə qayət-i diqqət və etina olunmaq və kitab-ı məzkurun nüsxəyi yenə də burada qırışıbdır, ehtimal verirəm. Həm cırılıb, həm qırışıbdır. Mən istirdim buranı görüm ki, burada bir şeylər oxuya bilərik. Qayət-i diqqət və etina olunmaq və kitab-ı məzkurun nüsxəyi taməsidir, nəmənəsidir. Kəmalan tərəfindən yenə də orada şey olubdur, təb və təmsil etdirilib, istida olunan yenə də bu nəmənə işbu əlavəli olmaq üzərə məzkur kitabın təbinə ruxsat etası, burada da yenə bir şey gördən ifadə olunmuşlə əlvəchülə ulud cəhlə nəmənə cırılıb bunları icra-i icabi zemnində iş bu imtiyazatnamədir, nəmənədir belə bir şey. Nəinki oxunmura, cırılıbdır, kitabda şey yoxdur, yəni yoxsa daş çapıdır, çox da gözəl oxumaq olar. Məsələn, bunun indi 3-cü qaidə burada lisan-ı farsidə vaqe olduğu misəllü lisan-ı Osmanidə dəxi باو و جیم و را و کاف و عربیه ایله پا و جیم و جا و کاف و فارسیه حروف الارنین بینی تلفظده و املاده تفریق oluna geldici sebebiyle iş bu kitabımızda hurufi mezkure ile ebeden bed'en olunan kelimat başka bablere taksim ve tozih olunup her gengi kitabıda olur ise olsun huruf farsi ile yazılacak bir kelime gerek sehven ve yaxud xataen harfi Arabi ile yazılır
və yaxud biləks hərfi ərəbi ilə yazılması lazım gələn kəlmə hərfi farsi ilə yazılıb da kendisinden istifade məni zimnində bu lüğətə müraciət olunduqda ol kitabın. Burada da kitaba görə bir şeylər, qaidələr yazıb ki, burada nə mənələr, məsələn, farsını nədir oxuyacaqsınız onların üzündə. Amma burada istədim bu tarixi oxuyayım. Lüğət tətəbbü edənlərə ziyadə mucib suhulət olmaq mütəalləsi ilə hər səhifənin sağ və sol tərəflərində kain sütunların havi olduğu lüğətlərin birinci və ikinci hərfləri səhifələrin balay yemin və yasarlarında göstərildiyi kimi bu hərflər qənği lüğətlərdə təbdil olunur isə o lüğətin havasında olaraq xarici səhifəyə işarət edilmiş və sütunların nəhayəti ilə təsadüf edən lüğətlər dahi hər sütunun balasında göstərilmişdir. Tamam, burada o kitabı nədir oxuyacaqlar, onu yazıbdır. Tarixini də bunu bildik. Lüğət, mən bunu yazdım burada. Tarixin kitabın özünün üstündə gəlmişdi. Ona görə birinci kitab ki, bugün gördük Koroğlunamə idi, Əlyazı idi. Bu ikinci kitab Əlavəli Müntəxabati Lüğat-ı Osmaniyyənin Cədavili. Ad Əlavəli Müntəxabat-ı Lüğat-ı Osmaniyyə. Tarix 1291. Yəni neçə il bundan qabaq onu bir hesablayaq. Osmanlının son zamanları olur. Diqqət buyurun. 1290, 1447 deyirik. Bundan çıxsaq 1291 olar 156 il bundan öncə. Yazılmış bu bir kitabdır. Əllə yazılmadığı üçün bunu oxumuram. Ehtiyacı da görmədim. Gedək axir səfəsində də bir baxaq. Görək ki, axirlərində bir şey. Burada da bir nəqqaşı çəkiblər. Bu da cəlibdir. Bir nəqqaşı çəkiblər. Osmanlı ehtimalən əskəri olmuş olsun. Ya da ki, kitabın sahibi olsun. Fehristi Əl-Cildus Sani. Burada cildiləri var. Bu neçə cildidir? Zahirən bu birinci cildi. Biz birinci cildi oxumuşuq ehtimalən Babi Yayı Farsi. Əl-Cildül əvvəl və Cildi Sani. Məsələn, bu cildi əvvəl idi, bu da Cildi Sani. İkinci cild Fehristi. Burada da bir şey yoxdur axirində. Tamam, bu qutuldu. Yəni, bu kitab bir cild deyil. Bəlkə ən azından biz ikinci cildi də gördük. Mən bir neçə səhifədə dalıya dün geçsəm, əlavə hərfi əlya əla hurufil hica. Tamam, bu da ki, bu. Gedək son kitab, yəni bu təlimnamə mənə çox-çox önəmlidir. Bunu indirəndə də elə önəminə görə indirmişəm. Görək ki, bu nədir? Əvvəl bunu deyir ki, adın PDF-də yazıblar təlimnamə 1282-ci ildə yazılıbdır. Buna baxsaq, elə mən əvvəldə bunun tarixinə bir burada baxım. 1447-ci ildir, yox, bundan çıxsaq 1000. Osmanlının demək olar ki, da axir 60 ilində yazılıbdır. O kitabda bu da. Bu beləsi qalsın. Burada səhifə sayını görürük, 68 görürük PDF-də, amma kitabda bunu görürük ki, hər PDF-in hər səhifəsinə 2 səhifə qoyduğu üçün bunu 2-yə çarpacağıq. Olacaqdır 136 səhifə ki, üstə də yazıblar. Kitab Süleymaniyyə kitabxanasında saxlanır. Cildin görmürük eşiyi necədir, amma içərisini açıblar, görürük ki, kitab cırılıbdır, bir ayrı kağızla və sirişomla yapışdırıblar. Sirişom da bilirsiniz,
un kimi bir şeydi, su qatırdılar, çəsbi kimi olurdu, xəmir kimi olurdu, yapışdırırdılar. Bir zaman içində də qopurdu, çürüyürdü, qopurdu, o yapışqanlığın əldən verirdi. Kitab Osmanlı dövrəsində yazılmışa bənzir, amma oxuduğumuz, sistemlə tanış olduğumuz Azərbaycan Əmir Əli Şir Nəvai, ya deyək ki, Əmir Əli Şir Nəvai deməyək, deyək ki, Teymurilər dövrünün Azərbaycan və Osmanlı dövrünün kitablarına bənzəmir. Əl yazmadır, çox gözəl bir əl yazmadır, yəni fərqli bir əl yazmadır. Ehtimalən bunu oxuya bilərik. %90 bunu oxuya bilərəm, ehtimal verirəm. Mütəha kitabın içinə su gəlibdir, görürük ki, Şirazə, yəni kitabın iki yeri ki, vərəqlər ortada yapışır bir-birinə, ora Şirazədir. Görürük ki, ora su keçibdir və ehtimalən biraz arizə səbəb olubdur, davamında görürük. Bəzi kəlmələrin üstündə, cümlələrin üstündə görürük ki, başı üstündə xətt çəkibdir, qırmızı və qərə. Yəni, hətta kitabın dövrəsində də çarçıvə çəkiblər, o çarçıvə də iki rəhdir. Bir qırmızıdır, üstündən qərədir. Onun üçün qırmızı qərə görsənir. O xəttləri də ki, çəkiblər yazıların üstünə, onları da ərəbcə ehtimalən olalar. Onları da yenə əvvəl qırmızı, sonra da üstündən qərə çəkdikləri üçün bu yazı rəh qərə qırmızı görsənir. Yəni həm qərə, həm qırmızı görsənir, amma bir-birinin içində. Bunu görürük, qıraq yazıları da görürük burada. Cəlibdir ki, səhifələrə nömrə vurubdur. Hər iki səhifəyə bir nömrə vurduğu üçün biz bunu burada görə bilirik ki, məsələn, əlan 22-ci səhifədədir, PDF-də 22 görsənir, kitabda 23 görsənir. Fərqi biraz, burada bir səhifə fərqi vardır. Kitab aynı şəkildə davam edir, aynı xəttlə davam edir. Qıraq yazılar fərqi var, biraz nəzərimə gəlir, qıraq yazılar, əlbəttə qıraq yazılarda bir çoxu elə eyni mətndə yazılandır. Yəni, həman xəttinə ki, kitabın özün yazıblar, bu şeyi də yazıblar. Kitabın sonuna gəldik. Kitabın sonu, yəni 69-cu PDF-də 69-cu səhifə yox, 68-ci səhifə görsənir, amma kitabın üzrə 69-cu səhifə görsənir. Fərqi budur ki, öncələrdə biz kitablarda kitabın cildinin eşiyin, içərisinin və ağ səhifələri də görürdük, burada onları görmürük. Nə cildin görürük, nə də səhifənin sonu. Amma gələk burada kitabın sonuna bir baxaq, görək ki, burada nə deməkdir, nə haqda danışır. Deyir ki, talib elmi burada tarixin gəlibdir. Axırda gəlib bunu oxuyarıq, amma bu qismət ki, kitabın tarixinə görədir, bunu oxuyaq. Sahibül hidayə əş-şeyx əl-imam Burhanuddin Marğinani aleyhir-rəhmə. Bir dənə ayrı kitaba danışır. Sahibül hidayə. Kitabdır, adı Əl-Hidayə. Hidayət. Əl-Hidayə. Sahibül hidayə, onu yazan kimdir? Əş-şeyx əl-imam, şeyx imam Burhanuddin əl-Marğinani. Məz'inani də ola bilər. Bir mövqeyi əgər biri irad tutsa, əleyhir-rəhmə. Əl-Bari Həzrətlərinin təlmizlərindəndir. Əl-Bari bir ayrı şəxsidir. Bu İmam Burhanuddin Əl-Bari Həzrətlərinin tilmizlərindən, yəni şagirdlərindəndir. Burhanuddinin Əl-Ruz təvəccühi, bu Əl-Ruz nə deməkdir? Əl-Rəz. Burhanuddin Əl-Rəz təvəccühi tam fazilün təlif etdikləri Təlimül Mütəəllim nam. Kitabın adı Təlimül Mütəəllim. Bu ad Təlimül
müteallim təlif etdikləri təlim mütəllim nam əsəri cəlilün təhriri həddinə münəvvəri mədini münəvvərə əla sahibha əfzəlüs sələvat və əkməlü təhiyyədə yıl 282 yıl şayət də 1000 də olar 1282 yıl olacaq, bəli, yıl, tarix. Yıl 1282. İkisindən Rəbiül Axərin 24-cü cümə günü. Xitam pəzir oldu. Bu kitab o zaman qutardı. Xitam pəzir oldu. Xitam pəzir oldu. Tarixi budur. Yəni bunu yazaq. Bu gedək kitabın əvvəlinə. Görək ki, kitabın əvvəlində nə deyir? Bir səhifə boşdur. Bismillahirrahmanirrahimlə başlayır. O şey ki, təzhib ki, çəkəcəkmişlər. Qırmızı, narinci də deyil. Xurmeydi, qəhvi, yəni nə deyirlər ona? O rənginlə nəqqaşı çəkilib. Çox sadə bir nəqqaşı çəkilib hər halda. Biraz Osmanlı dövrünə bənzədiblər. Görək nə mənədir. Bismillahirrahmanirrahim və behi nəstəyin. Bu əl yazma dəqiqən o birisi əl yazmalara bənzir ki, nun məsələn H kimi yazılır. Ona görə çətin kitabdır. Bu kitab insafən oxumaq çətin olacaqdır. Amma çətinliyi də bu qədər. Yəni 10 səfə biri dözsə bunu oxusa, çox rahatca bu kitabı oxuyar. Yəni hər xəttin çətinliyi 10 səfə oxumaqdır. Mənə belə gəlir. 10 səfə bir kitabı oxusa, bir nəfər hövsələ eləsə, yorulmasa, 10 səfəni oxumağına ən çoxu 30 səfə. Yəni bir dənə kitabdan ən çoxu 30 səfə oxusa, o kitaba gözü və beyni o əl yazıya adət elər. Mən bəlkə bu əl yazı modelində yazılan kitablarda bəlkə bu 4-cü, 5-cidir baxıram. Kitabdır ki, əl yazmadır və çətindir. Dedik ki, bu kitab neçə il bundan qabaq yazılıbdır? 1282-də yazılıbdır. Bunu da bir hesablayaq, burada yazaq. 1282, bundan çıxsaq 1447-ci ili 165 il öncə bu kitab yazılıbdır. Tamam, bunu da yazdıq bura ki, bilaq bu kitab 165 il öncə yazılıbdır. Bunu deyim ki, mənim burada apardığım usullardan biri budur. O kitablar ki, keçən 250 ildən aşağıda, yəni az zamanda yazılıbdır, onları ciddi tutmuram. Çünki bu dövrədə düşmənlər Türk dünyasına giriblər və Türk dünyasında çox sərmayə qoyublar. Özəlliklə din xocaları, universitet ya bilim yurdu xocaları, siyasətçilər, hüquqçular, parti üzvləri, ordu üzvlərində böyük başları alıblar. Və bunlar bəzisi müstəqimən dövlətdən, yəni xarici düşmənlərdən pul alırlar xiyanət üçün. Məsələn, mollalarda biz bilirik ki, indi məsələn İran deyilən yerin tarixində bilirik ki, ən azından 6 müştəhid məşrutədən bir 30-40 il qabaqdan İngilistandan pul alırmışlar. Əlbəttə, təqribən 70 il qabaqdan pul almaqları səbt olub tarixdə. Çünki məsələn İngilistandan pul alırmışlar. Və şərti də buyurmuş ki, İngilistanın əleyhinə və özəlliklə İngilistan şahının əleyhinə heç cürə fətva verməsinlər. Və bunlardan da siz o cür bir fətva görmürsünüz. İngilistan əleyhinə fətvaları yoxdur.
Ha belə siyasətdə olanlar, filanlar, kitab yazanlar özəlliklə o zamanda, yəni bu keçən 250 ildə İngilistandan, Almandan, Fransədən və o birisi məmləkətlərdən, Rusiyədən gəliblər, kimlər gəliblər? Casuslar, ordu məmurları, səfirlər gəliblər bizə tarix yazıblar. Və biz bu tarixləri ki, bunlar mütəxəssis deyirlər, məntəqəni də tanımırlar, amma gəliblər mənafiləri üçün bizim beynimizi dəyişdirməyə çalışıblar, kitablar yazıblar. Bu kitabları da bizim alimlərimiz götürüblər, bunları deyiblər ki, bunlar şeydilər, əsli kitabdılar, bunlar batılılar yazıblar, batılıların yazdıqları vəhy münzəldir, əslən onlar qələt yazmazlar, düşmənlikcə yazmazlar, çox tərəfsiz bir insanlardılar. Götürüblər bunu, özləri də oturublar bunu paya tutublar, özləri yazdıqları tarixlərinə baxmayıblar. Bunu tutublar, əsli tutublar, əsas tutublar, bunun üstündə onlar, yüzlər, minlər kitab yazıblar. Onlara istinad eləyərək, mənbəy əsli odur, əsli qaynaq odur. O qaynağa inanaraq, onu əsli tutaraq, ona müraciə eləyərək universitetlərə, məktəblərə, təlim sisteminə, hər şeyə, araşdırmalara yön veriblər. Və bunları insanların beynini dəyişdiriblər. Onun üçün mən bu kitabları ki, keçən 250 ildə hətta əl ilə yazıblar da, bunları tərəfsiz bilmirəm. İçlərində çoxlu kitablar var ki, bizim dərdimizə əsla dəyməz. Yəni, bu teorilər, dil teorisi olsun, təlim teorisi olsun, iqtisad olsun, siyasət olsun, ordu olsun, hər nə olur olsun, onların nəfinə görə yazılıbdır. Onların çıxarın təmin, təzmin eləyəcəkdir. Yəni, bu kitabın sonucunda biz oradan universitetdən qutarırıq, lisans alırıq, yəni diplom deyirlər Türkiyədə, diplom alırıq, indi lisans, fوق lisans, yüksək lisans ya doktora alırıq, çıxırıq eşiyə, profesor oluruq hətta. Biz əslində beynimizi vermişik onların ixtiyarına. Və bizim beynimiz onların çıxarına, yəni işğalçıların çıxarına gəlir. Biz keçən 250 ildə yavaş-yavaş işğal olmuşuq. İşğalın da ən son mıxı Osmanlının aradan getməyi ilə, xilafətin aradan getməyi ilə İslam dünyası və Türk dünyası küllən ümidsizləşibdir. Yəni işğal %100 işğal olubdur. %100 işğal olubdur. Əlan bəzi məmləkətlər, məsələn Türkiyədir, Azərbaycan Cumhuriyyətidir, ya o birisi 4-5 müstəqil cumhuriyyətlər vardı. Bunlar işğaldadırlar, beyinləri işğaldır. Bu günləri Türkiyənin deyək məsələn Türkiyə yekəlikdə bir məmləkətdə 90 milyona yaxın cəmiyyəti vardı, ya 90 milyon cəmiyyəti vardı. Bunun məsələn içində bəlkə 2000 nəfər bunu bilirlər ki, beyinləri işğal olubdur, tarixləri işğal olub, dilləri işğal olub, görüşləri işğal olub, fəlsəfələri işğal olubdur, din anlayışları işğal olubdur, siyasət anlayışları, ordu anlayışları, yaradıcılıq anlayışları, tamam uyğarlıqlar hamısı işğal olubdur. Bilmirlər. Çünki bu sistemdə yekəlir, bu sistemdə universitetə gedir, bu sistemdə mədrək alır, diplom alır, bu sistemdə işə gedir, bu sistemdə pul qazanır. Bundan difa eləmək zorundadır. Və bunun sisteminin də əleyhinə danışanlar üçün azdılar, sayıları azdır, sistemin dışındadılar. Sistem bunları dışlır, atır eşiyə. Qəbul eləmir. Hər halda. Ona görə bu kitabı ciddi tutmayacağıq. Bu kitabları 250 ildən bu üzədir. Amma oxumasında zərərli görmürəm. Yəni özəlliklə əgər siyasətə çox getməyər və təlim dini baxış bunda nə yazıbdır? بهترین مقالات و خوشترین عباراتی که صحایف مصنوعات ده مرگوم و صفایح موجودات ده مرسوم olur hamdi Məlik mütəal və şükr xaliqi zülcəlal və cəmalidir ki, elmi əcəlli məvahibi. İndi burada biraz kiçildim bunu, biraz nəzərimə gəldi ki, çox yekətmişəm. Mən istirdim biləcək, elmi əcəlli məvahibi, məvahib heyyinə və əla məratib sinə qılıb.
ehtimalən bu həniyyə və səniyyə olacaqdır. O ki, oxuya bilmədik. Yəni, beləsi oxuyaq. Cəmalıdır ki, elmi əcəlli məvahibi həniyyə ehtimal verirəm. Və əla məratibi səniyyə qılub təlim ulum və kəmalat ilə adəmi müslim və mümtaz və təhmili yar əmanət bar əmanat ilə burada işarə ilə bar əmanət nətəvanist keşid ora deyir və mümtaz və təhmili bar əmanat ilə məxluqat üzərə müfzəl və sərəfraz edib ya müfzəl olacaqdır məfzəl və sərəfraz edib bədrəqi inayət در بدرگی عنایت و رهبری هدایت ایله راهی رشاده یعنی ارشاد راهی رشاده ارشدی و میانی آدمیانda bir cemaati zog el-ahcari zogul ahcar ahcar daşın cəmidir. İnsanlar için daşlaşıblar, daş olublar, camid olublar. Bunu mən də işlədirəm. Bunu deyirəm ki, insanlar için donublar. Donmaq işlə. Burada deyib ki, cəmaət-i zül-əhcar zamanı ki, sahibi daşdırlar. Yəni, canları daş olubdur. Yəni, değişmək istəmirlər. Kəmal-i fəzl-ü kərəminə məzhər edib xilqəti nübüvvət və taci risalət ilə məhəlla və sərbülənd və məratibi məhəlla şirinkam məhəlla məhəl kimi yazılır məhəlla və sərbülənd və məratibi əlayə isal yetişdirmək ilə beyhər əl-əna ələm nəmənə bunu oxuya bilmədim ilə bihəra الانlar مراتب اعلای ایصال ایلیه behranlar ərcümənd eylədi. Bunu baş tapmadım nə deməkdir. Behranlarla ərcümənd eylədi. Salavatullah əleyhim əcməin. O kəlməni oxuya bilmədim. Salavatullah əleyhim əcməin xüsusən ki, sərvər-i kainat və məfxər-i mövcudat baisi ömdi cəhaniyan bahid ümid ehtimalən olacaqdır. Cəhaniyan səbəbi rəhmət-i aləmiyan ma hayyi zəlam küfri zəlami küfr tuğyan mahi bir diriltmək mənasında bir də öldürmək anlamına mənə gəlir burada. Mahi zəlami küfr tuğyan nəticəyi dövri zaman mücüzi füsəhai qəhtan məfxəri qəhtan bir qəbilədir ərəbdə zahirən onun füsəhası çox səlis danışanları çoxdur ona görə onu gətirir mücüzi füsəhai qəhtan fəxri səlalı Ədnan da ərəblərin bir tayfasıdır ki, deyir Həzrəti Muhammed o tayfadan gəlir, yəni Qureyş ona bağlıdır. Rəsuli ba səfa Muhammedi el-Mustafa aleyhi salavatul aleyhi salatu aleyhi səmədü salat nə mənə? Aleyhi həmdü salat az kahiha və məddü və mən təhiyyat əsnaha əsna ləha olacaqdır. Əzkaha aleyhi səməd salat aleyhi sən salat o salavatdır. Hələ hələ o satdır yazılıbdır. Aleyhi salat əzkaha və dəmnü təhiyyat və minnət təhiyyat aleyhi minəs-salat tamam o mindir sad deyil aleyhi minəs-salati
azkaha və minəl təhiyyat əsnaha Həzretlərinin müşərrəf zatində şəms ilmi və əsnafi səadət eylədi və əsnaf səadət eylədi nəzm dəhrü la müntəha likbarha ərəbcədir bu şeir nəzm idi. Mən bunu xəttin də oxuyamağı zor çəkirəm. İndi burada da ərəbcə olduğu üçün batlağa düşürəm. Dəhmün la müntəha likbarha və himmətul səfra əcəllə minəd dəhri və sunufu təslihat və uluf təkrimati sunuf sinflər təslimat da yəni salam və salavat da belə bir şey salam sözündən də təslim və uluf minlər təkrimati şumus aləm şumus gəndə şəmsilər şumusi məsalihi deyr və deyr به درود عوالم بقیه اولان آل امجاد و اصحاب کونیه رضوان الله ehtimalen okuyabilmedim burasını gene Rizvanullah aleyhim ecmaîn üzerine olsun kim keşveri cehalet ve usyan a'lami ilam ve ictihadleriyle cüşade ve ma'mur abadan ve zulumi خسارت و طغیان یمد اهتمامیله یمن اهتماملeriyle اقطار جهاندن دور پریشان و کنزی عدم نمene burada biraz da cedib üstə daha kəlmələr birbirinin üstündə yazılıbdır. Amma bəd ərbabül ülbab əlbab ulbab gərək yoxdur, ağıllılar və əshab-ı zul iktisab xəfi dəgildir ki miyani tələbədə mütədavil və müəddəbə olan təlim-ül mütəəllim nam kitabı bi ehtiram bir dənə kitabın adını deyir ki, hər halda bu kitab adı Təlim-ül Mütəəllimdir. Bunu indi orada görürük. Nə mənə nəzmi? Kitab-ı nəzmə yəhki ehtimalən bu da ərəbdir. Ona görə oxuya bilir. Və fi fəhvahu nuru qəd tələ'la fəlo خطت جواهره بسیره علی بدر علا بکمالا نصر احتمالا yerində ərəbcədir burası da səfirul cəhimi kəsirul fəvaid صغیرul həcim həcmi az صغیرul həcim kəsirul fəvaid əzimul qədər əzizul fəraid olub. Bu kitabın haqqında deyir ki, kitab-ı Təlim-ül Mütəəllim səfələri az, faydası çox, qədri çoxdur və fəraid də yəni fəraid nə deməkdir? İndi bu fəraid fəridə yəni dürdanədir, amma ehtimalən bir növ murvariddir. Ya o cür bir əziz şeydir. Fəraid nə deməkdir? Fəraiz yazdı. Bu fəraiz deyil. Mən fəraiz istəmirəm. Bu fəraid. Fəridə sözü də bundandır da, niyə? Fəridə və fəraid nə deməkdir? Getdi orada, götürdü, yazdı ayrı bir şey. Gözəl sualdır. Fəridə ilə fəraid bir-birlərinə bənzir görünsə də mənicə və qaylanışca fərqlidirlər. Fəridi
Fəridə əsl ərəbcə fəridə rişəyi fərədədən tək, elə dediyim kimi tək, bənzərsiz, yeganə, nadir, qiymətli şey. Ədəbiyyatda fəridəsi zaman, zamanın yektası. Fəridi əsr, əsrin incisi. Bəzən ad olaraq da kullanılır. Fəraid da bu da gene etdi fəraidə. Dedi ki, صغیر الحجم کثیر الفواید عظیم القدر عزیز الفراید. Fəraid fərdilər, təklər, tapılmayan olub, xeyli meyhafində, xiyali meyhafində vəz olan əbiyyat-i pürبرکات ارایسی معانی و نتایج نهانی نه دسترس و وصولی mübtedilerdir. Qət'i nəzər və vəsətül hal olan ixvanə dəxi mütəəssir olmağa bu abdi müftəxər afdi müftəqər rahmeti səmədi müstəfaya امر ابن محمد کی سابقا حرمی محترمی پادشاهیده سینر کثیره فنون سنیه کثیره فنون علوم و معارف اشتغال حسبیل درد نحوه روزنی ملکه و محبت گشاده اوجبی olub əgərçi sibai əvaid və əlayiq cəvanibi ərbədən. Tamam, burada görürsünüz ki, bu kitab ərəbi kəlmələrdən çox istifadə edib. Çünki adam Məkkədə oturub yazıb da, Mədinədə ya Məkkədə oturub yazıb. Onu dedi, kitabın axirində onu dedi. Amma mən də bundan biraz oxuyayım, görüm ki, nə çatır. Özellikle bu təlim-i tərbiyyət haqqında olduğu üçün bir ayrı kitabdan da bunu ehtimalən ərəbcədən çevirir. Çünki o yazanın əsl adında dedi ki, kim bunu yazıbdı və Mustafa İbni Ömər İbni Muhammed. Mustafa İbni Ömər İbni Muhammed bunun ərəbcəsini yazandı ehtimalən ki, padişahın, yəni Osmanlı dövlətinin fununi, ulum, maarifi, iştiğali həsəbilə orada işdirmiş, indi hunumu, funun şeyində çalışırmış. Xali olmayıb və zivəri humumu gumum, humum himmətlər, gumum da qəmlər. Humumu gumumi sərcəd və rasi سر جدی و رأسی احتمام üşməkdən və vaz gəlməyib səfای xətr و فراغ bal zamanda müşkül və əmr mahal isə də fəzli sübhani və اونی rəhmani ilə hingam fürsətdə ifadə və istifadə və در حالی olmayıbdır. istifadeden xali olmayıb. Haliya mühimmiyeyi Qüstəntiniyeyi həmmiyyəti indəl oqat və əlbəliyyədə vaqi Sultan Bayezid Xan əleyhürrəhmə və Rizvan Cami Şərifidə dərsi alimlər, amlər xidmətində. Pəs bu Sultan Bayezid Xan əleyhürrəhmə Rizvan Cami Şərifində onun adında bir məscid var. Orada dərsi amildir. Xidmətində olub. Bu nədən əqdəmi kitab mərğubi bundan yəni onun xidmətində olduğundan dolayı əqdəmi kitab mərğubi
mütəəlliminə bəzi qəraət etdikdə xatiri fatırə böyləcə xutur eylədi ki, kitabi məzburun xeyli الفاظ ərəbiyyədə پوشیده و مستور olan معانی ارایس ایکاری hücle زبان Türkçe'de cilvecerdir. Kıs odur ola fi ha indi düşdüm yenə şeyə. Bəzi yerdə ki dururam oxumağından şeyə qalıram. Yəni mənasını itirirəm. Qeydirəm onu orada biraz çətinə düşürəm. Hücle-i zabani Türkçe'de ve cilvecer dürgüs oraoli fi benu nahinde bu ne demekti? Nalinde talibine naksi ova nef'in ufer yani çok و فوائدین اکثر olur idi. Binaen ala dalike eyyam galilenün ba'sen اوقاتinde ya bazı اوقاتinde belki ekseri işubin ettemim'in 3 senesinde iş bu 1063 senesinde burada tarih deyibdi. Bazı اوقاتına bəlkə əksəri iş bu 1060 olacaq 63 senesinde 1063 senesinde. Ben bunu bir de yazım. Bunu mən əks salım. Ən yaxşısı budur ki bunu bir görüm ki bu kitabın bu səhifəsini mənə oxuya bilsə, bu tarixi buradan çıxardıram və bir də mənə bu köməklik elər oxumaqda, yəni tamam. Əgər eləyə bilə bunu oxuya çox yaxşı olar. Mən bunu edit eləyim, səhifəni. Bir səhifəsini qoyuram, o bir səhifəsində heç işim yoxdur. Bunu save eləsə bu qədər mənə görər, amma gedək görək ki, əvvəl bunu qoyaq burada. Google'in özünə qoyaq. Görək Google bunu bizə oxuya bilir ya yox. Select text. Teksti özü seçdi. Bunu mən buradan select eləyim. Copy eləyim. Aslında cut eləyim. Bunu buradan götürüm, gətirim. Burada bir yerə qoyum. Deyək ki, burada bir tamam. Bunların yerinə qoyaq. O bayaqçın oxumamışdı. لحجوم من خالی olur دیورین و الحموم و عموم مرجیدر و رأسی الحتامه و شکمون و الکلیمون صفای خطر و فراغ بال زمانده müşkili ve emri mahal iser falan ve bunları geçək şeylər ki olub bundan əqdəm kitabi mərğubi mütəəlliminə bəzi qəranidə gedə xatir fatirə buyatə qələt oxuyubdu. İki kitabi Fərburuk ximül əlfaz oxuya bilməyibdi və məsdur olanı tamam bu oxuya bilməyibdi, amma mən istəyirəm görüm kitabın tarixin binaən əla zalikə əyyam-ı qəlilə mən bəzi ovqatidə bəlkə əksəri işbu beynə təmhira münzi şudə vaqi eydi əxihi ya müzdi tərcəmə əlub və bu ne'man yox oxuya bilməyibdi, bunu silah buradan.
Görək ki, həmanı qoysaq bu şey oxuya bilər ya yox. Bu kitab oxuya bilər bunu ya yox. Bu səhifəni mənim üçün yenidən yazar mısın? Tamam, bu onu orada məşğul olsun, buna cavab verməyə. Biz də gedək, burada Google-in bir dənə ayrı özünün Cimnayı var. O Cimnayı açıq görək ki, Cimnayda buna nə deyir? Cimnayda əgər bunu This image display a manuscript page written by Ottoman Turkish written in the Arabic script. The style of handwriting is a clear Rika script, which was commonly used for official documents and personal correspondence in the late Ottoman Empire. The text is highly formal and follow the classical structure of a preface, the base, or an introductory dedication. Tamam, burada şey eləməyibdi. Bu ne? Bu səhifənin mətnin mənim üçün Türkcə Osmanlıca yazar mısın? Görək ki, onu bizim üçün yazır ya yox. Bu da böyük bir məmnuniyyətlə bu bəlgə Osmanlı türkcəsinin klasik və ağır bir dili ilə yazılmışdır. Mətn özəlliklə bir əsərin müqəddəməsi, dibaçəsi kimidir və son qismətdə dövrün padişahına dua eyləyir. Dövrün padişahına dua eyləyir. Mətnin Osmanlıca hərflərlə transkripsiyonu oxunuşu belədir. Oxunuş o transkripsiyon dediği sözün türkçəsidir. Mətn Osmanlı türkçəsi təsvirdən xali olmayıb və zənburi hücum və qənəmi sərhəddu rəs-i ehtimam o gəlmədən və az kəlmi-i səba xatir və fəraq bal zamanə şikl و əmr məhal isədə fəzl-i sübhani və un rəhmani ilə inkişaf fürsətinə uftadə və istifadədən xali olmayıb. Halya məhəmmiyyət-ül Qüstəntəniyyə həmiyyət anil afat və bəliyyədə vaqi Sultan Bayezid xan əleyhürrəhmə və rizvan. İndi bunu bir iş görək. Buna görə ki, bunu görək ki, düz oxuruq ya yox. Bunu buradan qoyaq. Hara getdi bu yazı? Tamam. Bunu buradan qoyaq. Bunu da buradan gətirək. Kitab harda idi? Kitabımızı da buradan gətirək. Bunları qoyaq bir-birinin dibinə. Bir-birləri ilə müqayisə elətdirək. Yəni, bu tür olmasın ki, elə öz başına geçsin. Tamam. Mən biraz da bunu kiçilsəm. Tamam. İndi oldu. Biz bura haradan gəlmişdik? Burada dedik ki, qəraət etdikdə xatir-i fatir böyləcə xutur etdi ki, kitab-ı məzburun xeyli əlfaz ərəbidə puşidə və məstur olan məani ərayis əbkari hicli zəbanı türkidə cilvəgərdir. Qız odur olə. İndi bura çox nəmələdir. Deyir ki, bu əqdəm kitab mərğub mütəəllimin deyə bəzi qəraət etdikdə xatir fatirə böylə xutur etdi ki, kitab məzburun xeyri əlfazi, burada xeyri deyil, xeyli əlfaz ərəbiyyədə puşidə və məstur olan məani abkari, abkar yazıb burada əbkardır, gələ əbkar ola. Əbkar yəni bakirə. Amma harada idi burada? Dedi ki, ərayis əbkari
Mən buna nə oxumuşam, özüm də bilmirəm. Əbkar bakirə, bakirələri. Hüclə-i zəban Türkiyədə cilvəgər əbkari hicləni hecmə yazıbdır. Hiclə-i zəban Türkiyədə cilvəgər və rəqsi olsa və rəqs olsa rəqs deyil. Ehtimal verirəm və cilvəgərdür. Qız olsa bəlkə də olsa fi hədd zatı burada yoxdur. Fi hudud nahində ya nali fi bunu mən gərək biraz yekəldim. İndi çox da kiçik oldu da təşxis verə də bilmədim. Fi büyudnalində ya nahində talibinə nəf'i. İndi burada nə dedi? Dedi ki fi hədd zatihi təb'inə talibindir, təb'in deyil. Nəqsi vafir və fəvaid əksər olur idi. Binaən əla zalikə əyyam gəlilənün bəzi ovqatında bəlkə əksəri buradan mühümdür. İş bu in bindir olacaqdır. İş bu 1060 bu şin olacaqdır 3 sənəsində. Tamam. Burada gəldik, bunu tapdıq bəs. Bu kitabı deyir ki, buradan davam eləyə bilərik. 1060 yazı tarixi tərcümə olur. Üzr istəyirəm. İş bu 1063 sənəsində 1063 sənəsində vaqe Eid Əzha əyyamində tərcümə olunubdur. Dər əyyam Eid Əzha. Əzha yəni qurban da, onu da bilirik. Tərcümə olub. Burada da o cür deyir. Deyir ki, bəli 4 sənəsində, 4 əlbəttə burada deyir, mən burada 3 gördüm. 3 sənəsində, burada yazıb 4 sənəsində. 64 deyil, 63-dür. 64 sənəsində vaqe Eid Əzha əyyamində haradaydı? Aha, tərcümə olub və bu nemətün xüsusiyyəmünü tərcümə olub və bu nemətin husuli ilə deyil, o husuli yümni dövlət və iqbal-i padişah ilə yümni dövlət. Tamam. Və iqbal-i padişah, tamam, bunu bağlayaq. Tamam, bu geçsin işinin dalıcan. Bundan bizim işimiz yoxdur. Feylən. Köməklik elədik ki, biraz o tarixi oxuyaq. O iş bu, yetər. Hara gəldik, yetişdik. Buranı, aha, bu tərəfdəydik, bu səfədəydik. İş bu 1063 sənəsində vaqe Eid Əzha əyyamında tərcümə olunub və bu nemətin husuli yümni dövlət və iqbal padişah cəhan və zilli rə'fəti xəlifi zaman külbə-i Gülüstan ya Gülbən-i Gülüstan şərəf-i dövlət nəhal bustan izzi və səadət-i Firidun və Fərsəngdər İskəndər, Fərsəngdər İskəndər Firidun Fərsəngdər zəfəri nuri hədəqi dudmani Osmaniyan behcət əfzai zəmin zaman hafizi ibadullah harisi ya'dullah ehtimalen harisi Yəudullah bağlamasaydıq görərdik ki, o nə deyibdi, Yəudullahı nə oxuyibdi.
Ha, burada deyir ki, 2 cürə mən bunu oxuyaram sənin üçün. Ha, bu da ChatGPT-dir, onu oxuyubdur. Tamam. ChatGPT necə oxuyubdur? İlin necə oxuyub? Əvvəl o ilin görək. Yox, burada özündən götürüb bir şeylər yazıbdır. Oradan bir şeylər götürüb götürməyib deyil, amma özündən götürüb bir şeylər yazıbdır ki, ona heç şeyi yoxdur. Məhəmməd Xan ibn İbrahim xan. Tamam, bu şahın adını burada deyibdir. Burada da deyir ki, bu salında tamam oldu. 1250-də deyir tamam oldu, amma 63-də yazıbdır. Bu da hər halda nəzərimə gəlir ki, burada bir kitabın bəli budur, amma bu ChatGPT bunu eləməyibdir. Tamam, bu ChatGPT-nin kiçildək. Bir dənə də burada şey var idi. Bu önəmlidir. Bu görək deyibdir ki, burada nə idi? Harada qaldıq? Orada bir şey başlatmadıq. Feridun فراسکندر ظفر حدیقه دور زمان عثمانی بهزاد افزای زمینه و zaman Hafız İbadullah Haris Biladullah. O Haris sözünə baxaq, görək ki, burada o Haris sözü burada nə idi? Zafer nuri حدقه دودمان عثمانیان بهزاد افزای زمین و زمان حافظ عبادالله حارس بلادالله ناصری شریعت الاحمدیه سالک طریقت المحمدیه از سلطان ابن سلطان محمد خان ابن İbrahim xan. İndi buradan da tarixi biz buradan çıxada bildik ki, kimin çağında yazıbdı? Sağı da buradası yazsaq, deyək ki, Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xan ibn Əhməd Xan. Xan ibn Əhməd Xan Məddəllahu zəlalə ümrihi mədyəd duhuri vəl-əvam və ma təəqbəl ləyali vəl-əyyam. Əyyam bu birisi səhifədədir, bəllidir. Əşqada yazıbdır. İndi biz bir iş görək. Deyək ki, gedək görək ki, bu şey neynəmişdi? ChatGPT bunun adını vermişdi. Əgər iştibah eləməsəm, burada demişdi ki, sallallahu ələ deyil. Hardan getdi bu sallallahu ələ? ChatGPT-nin bəzən yaxşı şey olur. Əl-əmir, əmir deməmişdi. Bu əmir deməmişdi, bu gətirib. Sultan ibn Sultan əmir deyibdi. Görün, bir də bəlkə mən iştibah oxuyuram. Yox, əmir yoxdur. Ət-təriqətül Muhammediyyə Əs-Sultan ibn Sultan Məhəmməd Xan ibn İbrahim Xan ibn Əhməd Xan məddəllahu zəlalə ömrihi məddəd duhuri vəl-əlam və ma təaqəbəl ləyali vəl-əyyam və ma tənasəlu əl-əfxər Allahül həmdə əl-əfxəranil həmdə lillahi təala جد بزرگواری فاتح سلطان محمد خان علیه الرحمه الملک المنان جبی هنگام جوانیده عقل ادین و رأی دوربینیله موفق و مؤید olub rüayaya və bərayaya Rüaya və bəraya. Bu calib sözdür. Bunu mən həttəmən şey edeyim, amma əvvəl buna getməmişdən bunu ChatGPT-dən soruşum ki, tarixi istəyirəm daha bir də burada şey eləyəm. Sultan Məhəmməd Xan ibn Sultan İbrahim Xan ibn Sultan Əhməd Xan. İndi görək ki, bu haqda bilgi ver, tarixləri də hicri yaz. Tamam, görək ki,
tarixləri beləsi oldu. Baş üstə. Sorduğun şəxs Osmanlı dövlətinin 19-cu padişahıdır. Onda çox qabaq olur. Bu kitabın tarixi ilə cür gəlmir. Sultan Məhəmməd xan, Sultan Məhəmməd xan ibn Sultan İbrahim xan, Sultan Əhməd xan, düzdür. Atası Sultan İbrahim xandır, babası Sultan Əhməd xan əvvəldir. Osmanlı xanedanından. Doğumu 1 Rəcəb 1051. İstanbul. Tamam, burada da işarə elədi mətndə. Oxuyanda gördük ki, budur. Yəni, calibdir kitabın indi içində səltənəti təxtə çıxışı 8 Şəban 1058-də çıxıbdır. 1051-də doğulubdur. 7 yaşı olarkən şah olubdur. Səltənət müddəti 41 ildir təqribən. Təxtdən indirilməsi 8 Rəbi 1099, yəni 58-də 7 yaşında şahlığa çıxıbdır. Təqribən deyək ki, 43 il. 47 il. 47 il şahlıq eləyibdir. Bu, Osmanlı tarixində ən uzun səltənət sürəsidir. Bunun indi tarixinə diqqət buyursaq, yəni istəyək deyək ki, bu adam 1099-da şahlıqdan inibdir. Ləqəbi nə idi? Avcı Məhəmməd xan. Şikara çox əlaqəsi olduğu üçün. Köprülü xanədanı vəziri əzəmləri. Bu köprülü şeyi oxumuşduq. Bunun dövrəsində də bir yaxçı kitab yazılmışdı. Bu vəzir özü bir dəstur vermiş, kitab yazmışdılar. Onu da oxudu. Çox da ədəbi bir kitab idi. Bunda indi bu kitab adı nə idi? Təlimül Mütəəllim. Bunu da soruşaq bu da. Əcəba Təlim əl-Mütəəllim kitabı bu çağda yazılmışmı? Görək ki, buna bir cavab çıxada bilir. Yəni, indi biz burada bir şey tapdıq feylən. Budur ki, bu kitab vəfatı da bu 1004-də olubdur. Yəni, 5 ildə qocaymış da, qocaymış ehtimalən saxlayıblar, evdə deyiblər, get qalcına. Kodit olub əslində əleyhinə. Yəni, bu adam ömrünü deyək ki, 1099-da bu adam təxtdən çıxıbdır. Bunun zamanında kitab yazılırsa, deyək ki, əvvəldə cavan uşaqdır, 8 yaşı var, olmaz. 20 yaşında yetişsə də bir şey olmaz. 30 yaşında da bir şey olmaz. Yəni, gəlsin, məsələn, 58-də bu şah olubdur. Yəni, 8 yaşı var, 7 yaşı var. Tamam. Bu 40 yaşına yetişəndə yazdırsa, olar məsələn 90. 1090. Kitab deyək ki, ehtimalən bu kitab əlyazma. Bu əlyazma kitab 1090-da yazılmış ola. Ehtimal veririk. Onda neçə olar? İndi bu tarixləri istəyirəm tutuşduran bir-biri ilə. Dedi, bu özü dedi ki, 1282-də yazıb, tərcümə eləyibdir. Tərcüməsi o zaman olubdur. Əsli o zaman yazılmış ola bilər. Yəni, bir də bunu oxusaq. Kitab ehtimalən bu 1063 sənəsində vaqe Eyd-i Əzha əyyamında tərcümə olubdur. Bu zaman tərcümə eləyib. Bəs bu tarixdə bunun əsli ərəbcəsi yazılıbdır. Bir də baxaram buna, əlbəttə, mən belə gəldi ki, tərcüməsi 1000 tərcümə, burada deyək ki, 1000 tərcümə. Türkcə tərcüməsi tamam. Bu tarixdə olubdur. Amma bunu da yazacaq qabağında ərəbcə. Ərəbcəsi də bu tarixdə olubdur. Tamam, 1090-da. 1090-da ərəbcəsin yazıbdır. Yəni, deyək, bu hududda. Amma hələ feylən diqqətə ehtiyacımız var. Və deyir, Cəddi Büzürgüvarı, düzdür, biz də dedik ki, Cəddi Büzürgüvarı Sultan Məhəmməd Fatihdir da. Onu çıxartdıq. Əleyhür-Rəhmə Əl-Məlikül-Mənnan gibi hingami cəvanidə əqli
هدی و رأی دوربین عقل ədim olacaqdır. Əql ədin ədən sözündən ehtimalən gələcəkdir. Əql ədin və rəyi dürərbin ilə mövquf və müəyyəd olub rüayaya və bərayaya. Rüaya və bəraya. Görək ki, bu nə deməkdir? Rüaya və bəraya. Bundan öncə bir dənə ayrı bir misal demişdik. Bir şey istəmişdik, o getmişdik onu axtarmağa. Dedik ki, bu kitab ha zaman yazılıbdır. Bəli, vazih cavab yox. Bəli, vazih cavab yox. Təlim-ül mütəllim o çağda yazılmayıb. Təlim-ül mütəllim, kamil adı Təlim-ül mütəllim təriqət təəllüm. Yazar Burhanüddin Zərənci. Bu deyil, bu deyil, bu o kitab deyil. Yazılmış tarixi təqribən 6 qarni hicri, yəni 590-610. Biz bunu Zərənci oxumadıq, nə oxuduq? Ərəbcə adını oxuduq bunu. Bəlkə düz oxumamışıq. Yox, burada dedi ki, qət'i nəzər vəsətil hal olan əxvan dəxi mütəəssir olmağa bu əbdi müftəqər rəhməti müqtəqəri rəhməti səmədi Müstəfa rəhməti Səməd Müstəfa ibni Ömər ibni Muhammed yazan budur. Bu kitab o kitab deyil ki, bizə bu dedi. Amma tarixləri bir-birinə çox yaxındır. Yəni, onu görürəm ki, tarixlər bir-birinə yaxındır. Biz hər halda gəldik, yetişdik bu səhvəyə, amma bu əlbəttə bunu gedəcəkdik bura. Dedi ki, bu 6-cı qarnidə, yəni 590, biz də burada o cür tutduq, yox, 1090 tutduq biz əlbəttə əslində. Bu, bundan daha çox qabaqdır. Yəni, biz burada 1000 tutsaq hətta belə, 1000 tutsaq bu 500 il ondan qabaqdır, yaxşı, hətta 400 il qabaq yazılıbdır, o ərəbcəsi, o dediği. Bu, o deyil. Bizim də istədiyimiz bu deyil. Sultan Məhəmməd Xandan 5 qarn öncə Əbbasilərin son dövrəsi Xarəzmi Mavərəun-Nəhr ilmi mühitində yazılmışdır. Tamam, o kitabı biz demirik. O kitab başqa bir kitabdır. Bu kitab ki, yazanın da adın hər halda, bu da geçsin bura. Rüaya biraya deyir ki, ərəbcə rəiyyə, rəi, çobanlıq, baxmaq, hakim tərəfindən qorunan, idarə olunan demək anlamındadır. Anlamı Osmanlı və İslam dövlətlərində dövlətin adi xəlqi, əkinçilər, peşəvərlər, bazərcanlar, askər və hakim təbəqə deyil. Xülasə, rüaya, maliyyə və qanuna tabi am xəlq. Bəraya, əsl ərəbcə bəraya cəmi bəriyyə, bəraə, yaratmaq. Yaradılmışlar, bəndigan, tamam. Rüaya və bərayaya mərhəmət və şəfəqəti və uləmay asin və süləhə. Uləmay asilə, asil olacaq ehtimalən. Əlbəttə bu eynlə yazılıbdır, o deyil. Asiyə və süləhə və əhli yəqinə mühibbü mürvəti, yox, mürvət deyil. Məvəddəti qalib olduğundan futuludur ki, ya da burası çətin oldu. Olduğundan mütəvvəldir ki, ömrü şərifləri təvil və zilli səltənətləri müstətil olub, yədi müəyyidlərindən dini İslamə nafi müqəddəmat-ı kəsirə zuhur gəlmək səbəbilə və ibadullahə şəfəqət və mərhəmət üzərə
ötün hasebiyle devlet ebediye ve saltanat sermediyeye nail olalar. Bifazlihi ve keremihi Teala bu dahi xurşid devlet ve ikballerinin ve mehri raf'at ve iclallerinin haddi ustvaya vasil ve efaqi nur afşan ve zilli saltanatleri mütemadi ve âmme-i hakka rahati risan olmasına delil qati ve burhan sati dürçi galiba şerefi gurbiyet ve musahibetleriyle şerefi gurbiyet ve musahibetleriyle müşerref ve mümtaz olan devletmendler ihtilaf hasene ile یا اختلاف حسنه ایله محلا و سرفراز و معارف جمیله و فضائل جلیله ایله ممتاز ölenlerdirler. Ucebi olanlardan celile ile mümtaz olanlardan ucebi khassa bu tercüme-i latif nam Sala ve ism namiyle. Ne mana burada bir şey yazıp bunu okuyabilmem. Bu tercüme-i latif nalasli ve ismi namine namizet olan Xacı Sultan merce'i. Bu cəlib oldu, olmadı. Latifi nam sami Latif nam sami ve ismi namine namzet olan اولادی خواجه نامزد اولان خواجه سلطان مرجع اعیان عظیم القدر وسیع الصدر مجمع کمالات و فضائل صلحا و فضائل ملجعی اعالی و افاضل مربی الفضلا حزب العلماء افتخار اهل حرم صاحب الكفر صاحب الفر والکرم بهیت الملک عمدة الخواص مصاحبی ریحان ağa hizmetlerin tam nam-ı niku ve ahlak-ı kerimeleri bu kəlməni oxuya bilmədim. Bu üstdəki latif nami sami və ismi naminə beləsi olacaqdı. Yəni mən beləsi oxudum. Əcəbə bundan da bir əks salım. Fəqət bu kəlməni istəyirəm ki, düz oxumağına mütməyin olam. Bunu da yenə gedək buradan bu əksi çıxadaq və bunu edit eləyək. Mən istəyirəm fəqət bunun bu axirin görəm nədir ki, düz oxuram ya yox, onu bir mütməin olmaq üçün itməinnə qəlbi gələk burada bunu verək deyəcək. Əlbəttə bundan sonra da oxumayacaqdır. Cəlibdir ki, yaxşı sən bunu oxumaq halında ol, mən də bunu aparım, bura qoyum. Tamam, görək ki, buradan sən nə deyirsən, ChatGPT nə deyir? Çox məmnun bu mətni sizin üçün Osmanlı imlasına uyğun şəkildə və günümüz hərfləri ilə latin yazıram. Latin yazma yox, mətni klasik bir dibaçə müqəddəmə olduğu üçün sözləri bir az ağırdır. Buyurun, bu da mətnin yazılışı.
Mətnin yazılışında fəqət o axirinə ehtiyacım var ki, nə idi? İş bu əsna 64 sənəd, bu da dedik ki, düz deyil. Vaqe İd Əzha əyyamında tərcümə olunub. Bu nemətün husuli ilə dövlət və iqbal padişah cahan və zilli rəfət xəlifə-i zaman külbə-i gülüstan, şərəf-i dövlət və zülal-i bustan. Belə bir şey hardadır burada? İqballəri və mehri rəfət və iclallərinin hədd ustivaya vasil. Ta müqəddəmat-ı kəsirə harada nədir? Bunlar niyə yoxdur burada? Bu səhifədə nüsxə təliq arası bir xətt görünür. Lakin qalib olan nəsxi mütəəxir, mədrəsə nəsxi. Sətirlər düzgün, hərflər açıq. K, L, nun, ya hərfləri nüsxəyə uyğun. Kitabəti və rəsmi mətnlərdə çox işlənib. Bəzi kəlmələrdə təliq təsiri, yumuşaq ittisallar var. Bu da İran-Azərbaycan sahəsində yazılan nüsxələrdə təbiidir. Hangi dildə yazılıb? Əsli dil farsı deyil. Yazıb farsı. Mətnicə farsı. Tamam, bu deyil. Tamam, bunu deyək ki, bu səhifəni mənə yaz. Hara getdi? Bu səhifədə yazılanları dəyişmədən mənim üçün Osmanlıca yazar mısın? Ay, göndərmədi. Tamam. Əgər burada icazə versə, bunu göndərmədi. Görək ki, Google bunu nə cür yazdı? Təsvirdən xali olmayıb zəmburu hücumu qənəmi. Burada zəmburu hücumundan zıddından danışdı. Görək ki, burada da o cür bir şey vardı. Zəmburu hücum mənim yadıma gəlmir, amma bu da belə bir şey dedi. Yenə etdi o bir səfəni. Mən o səfəni verməmişdim. Bu səfəni vermişəm, amma yenə də bunu oxumayıbdı. O birisi səfəni oxuyubdu. Əslində bu gərək düzdür. Mən bu səfəni vermişəm, 3-cü səhifəni. Bu gərək bunu oxuya, amma o birisi səhifəni təzəşdən mənə yazıbdı. Yəni bu səhifəni oxumayıbdı. Bu səhifəni mənim üçün Osmanlıca yazar mısın? Görək ki, yaza bilir ya yox. Böyük məmnuniyyətlə təsvirdən xali olmayıb və zəmburu hücum. Belə bir şey yoxdur. Yox, getdi həman səhifəni oxudu. Bu səhifəni oxumadı. Yəni, zahirən bir səhifədən sonra tikrara geçir, oxumur. Bu da ki, getmədi oxumağa. Tamam, özümüzün savadımıza muhtacıq vəssalam. Yəni, çalışmaq lazımdır ki, özümüz bunu oxuya bilək. Gəldik, dedik ki, bu nami sami, bu tərcümə-i lətif nam sami və ismi naminə namizəd olan Xacə-i Sultan, Xacətü Sultan, mərcə-i əyan, əzimül qədri, vəsi'ü sədri, məcmə-i kəmalat و fəzaili, məlcə-i əali və əfazil, مربیع الفضلاء محب العلماء افتخار اهل حرم صاحب الفر والکرم یحیی الملک عمدة الخواص مصاحب ریحان آقا hizmətlərinə nam نیکو و اخلاق kərimləri. Tamam, gələk burada görək nə? Əl-Sini
Əlsinə burada həm əlsinə il anlamına işlənir, illər, həm də dil anlamında, dil. İnsanın dili, Türkçe məsələn. Əlsinə-i nasidə misli sair olmuşdur. Məsələ-i sair olmuşdur. Calibdir. Və öz zamanıda və öz zamanıda zat-ı intihaleриndən çox ilkilər zuhur, əməklər zuhura gəlmişdir. Ətalallahu ömrəhu və əcəllə fi dareyn qədrəhu və şərəhə sədrəhu və zəafə əcrəhu və haza rüalarına. Burada əlbəttə rüalar yerdülənə yaradılana dua li asnafil bəriyə şamil şöyle ki eyni inayət və dide-i şəfəqət ilə bu kitaba nəzər iltifatləri qılsun eylə qılsun olacaqdır. Qılsun ilə bu dailərinə qüvvəti qəlbi hasil olub bir qaç sənə dinru təqyid və ehtimam qaç sənə dinru nə deməkdir? Bu sənədin ru təqayyüd və ehtimam. Burada bir kəlmə yazıb onu eləyə bilmədim. Oxuyayım. Birkaç sənə rizü təqayyüd və ehtimam ilə mültəqa burada bir kitab adı yazıbdır. Əgər eləyə bilsəm bunu oxuyam. Əl-Bəhri nam kitab ilə mültəqa Əl-Əbhər nam kitab Cəlil-Nişan və fənni məanidə باقی münəqqəhət məşruh nam. O da bir kitabdır. Münəqqəhət məşruh nam mütərəttibinə əsla imla etdigim. İmladır ehtimalən. Mürtəbətən belə bir şeydir, oxuya bilmədim. Məşruh nam mətnisinə imla etdigim şərhlər ki haliya ehtimalən bəzi kəlmələri düz oxuya bilmirəm çünki xəttə hələ feilin adət eləməmişəm. Bu da şey də bizə köməklik eləmədi. Nədir bu? Bu şeylər də bizə hər şey qatışdı bir-birinə. Müngəhat ehtimam-ı hümmət ilə müqtəzi Əl-Bəhr nam kitab-ı Cəlilüşşən və fənni məanidə vaqi müngəhat məşruhə nam mütərəqqinə ehtimalən bunu bilmirəm, buranı oxuya bilmədim, bu kəlmə nədir? İmla etdigim şərhlər ki haliya cənzi müsəvvədədə münzəvilərdir. Yəni hələ o kitab yazılıb da amma şey olmayıbdır. Münzəvidir, yəni hələ feilən çıxmayıb eşiyə. Cənzi müsəvvədədə, müsəvvədə qərə yazı, qərənliqda. Künci də oxuna bilər, amma indi calib budur ki künci müsəvvədədə münzəvilərdir. Namiləri ilə dibatələri muşəh
müvəşşəh yazılmış və mərtəbən ucəbi yerdə və müzəyyən ucəb yerdə müsəvvədədir. Xuruc və hicli pərzudə cilvəgər ötləri cilvəgər olmaları müqərrərdir inşallah taala. Hər halda bu kitab bir ayrı kitab yazıbdır, onlar da gələcəkdir. Bismillahirrahmanirrahim. İbtida eylərəm Tənri Təalanın ismi şərifləri Ancili təkrim öncəli ehtimalən təkrimin dünyada və axirətdə mübaliğə ilə rəhmət edicidir. Yəni, kitabı buradan başlayır. Okey. O şey ki deyirdim əvvəldə, ərz elədim ki, bəzi kəlmələrin üstünə xətt çəkibdir, qırmızı qərə. İndi buradan bəlli olur ki, kitaba girdi. Kitabın ərəbcə cümlələrini yazır, sonra onu tərcümə edir türkçəyə. Bismillahirrahmanirrahim. İbtida eylərəm Tənri Təala ismi şərifləri Anciləri təkrim, nə mənə? Təngri. Ənciliyən təkrim, incəliyən də ola bilər. İncəliyən təngri dünyada və axirətdə mübaliğə ilə rəhmət edicidir. Yəni, əsir gecidir. Elhamdülillah. Elhamdülillah ki, ərəbcədir. İndi onu cəmi məhamid yaxud cinsi məhamid, yəni cümləyi övünmək olar da, övünməklər yaxud cümləyi övgələnməklər Tənri Təala üçündür. Beləsi buradan bizə gətir, o ərəbcə kitabı türkçəyə tərcüməyə gətir və davam edir. Gözəl kitablarla tanış olduq bu günləri. Allah təbarək və teala'ya şükür olsun. Koroğlu adlı bir kitabla tanış olduq. Bu kitab 295-ci cələsəmizdə, yəni beyin mühəndisliyinə qarşı Türkcə əski kitablar proqramının 295-ci bölümündə 3 kitabla tanış olduq ki, bizim dədələrimiz dil uyğarlığında və yazı uyğarlığında bizə miras olaraq qoyublar. Çox da gözəl mirasdır. Ən önəmli mirasları budur. Torpaq da deyil hətta. Ən önəmli mirasları bunlardır. Birinci kitab Koroğlu adı iləndir. Koroğlunamə. Yazan bir neçə nəfərin adı gətir. Zahirən bir Aşıq Sadıq adında bir kişi bunu oxuyur və bir neçə nəfər də nökərləri ilə, hammallarla, filanlarla, böyüklər də bunlarla bərabər buna yazırlar. Bu çarşənbə günü Rəbiül Əvvəl ayının 15-də 1250-də deyilibdir. Yəni 197 il öncə bu nağıl deyilibdir. Bunun özəlliyi buradadır ki, şeirlər o yerdə ki, Koroğlu ya hər kəs bir şeir oxur, bir oxumaq oxur, sazı götürür, basır sinəsinə oxuyur. Oranı türkcə yazıbdır. Farsçasını qırmızı ilə altında yazıbdır. Amma mətni nağılı, hekayəni farsça yazıbdır və çox türkücə yazır. Əslində türk danışan bir adam ki, məsələn fikir edin ki, mənim dədəmin biraz farsi savadı var idi. Amma fikir edin ki, məsələn mənim babam Mehdiqulu rəhmətlik məsələn farsistdir danışa. O hər şeyi farsiyə çevirir. Türkcə düşünür, onu farsiyə çevirir. Yəni fars kimi danışmır. Türk kimi türkcəni farsiyə çevirir. Onun üçün də çox gülməli görünür. Vaqiyyət də budur. Hər dildən siz, məsələn, farslar gəlirlər, ingilis dillər danışırlar, ya almanca danışırlar, tamamən gülməlidir. Amma adamlar gülmürlər. Buna görə ki, deyir, bu adam ikinci dili danışır. Hörmət qoyurlar. İkinci kitab ki, danışdıq, adı Əlavəli Müntəqabat-ı Lüğat-ı Osmaniyyə ki, çap idi, daş çap idi. Ona görə də bunu oxumadıq. Bu da 1291-ci ildə, yəni 156 il bundan öncə Osmanlıların son zamanlarında çap olubdur. Üçüncü kitab ki, çox önəmli idi, bizə çox şey öyrətdi. O da bu kitab adı Təlimül Mütəəllim ki, bunun ərəbcəsi
Sultan Məhəmməd xan ibn Sultan İbrahim xan ibn Sultan Əhməd xan zamanında yazılıbdır. Yəni Sultan Əhməd xan zamanında ki, Sultan Məhəmməd Fatihin nəvəsidir. Onun zamanında, bəlkə də nəticəsidir. Onun zamanında yazılıbdır. Yəni neçə il qabaq 1090 hududən aşağı yuxarı 1090 illərdə yazılıbdır. Yəni ola bilər 1080 olsun, ya 1090 olsun, 1095 olsun, 1075 olsun. Yəni bu illər arasında bu kitab yazılıbdır. Mən orta 1090'ı tutdum. Onda olur bu kitab neçə il bundan qabaq olur, heç onu çıxartmamışam. Bunu da çıxardım çünki bu da çox mühümdür. 1090 tutsaq, bundan da çıxsaq 1447 olacaqdır. 1447, 357 il öncə bu kitab yazılmış ola bilər. Tamam. Bu kitab Türkçəyə çevrilib də ərəbcədən. Sonra hangi tarixdə? 1063-də bu kitab əlbəttə deyir ki, 1063-də tərcümə olubdu. Harda? Əyyam-ı Əzhada, yəni Qurban bayramı zamanlarında bu kitabı başlayıb tərcümə eləməyə. Pəs bu kitab hududən 1090 illərə o civarda yazılıb ərəbcə, 1063-də tərcümə olubdur ərəbcədən türkcəyə, 1282-də bunun son yazılması yazılıbdır. Yəni bu nüsxə ki biz görürük, bu nüsxə o zaman yazılıbdır. Bu kitabları bu günlər, bu kitab da təlim üzərədir. Əvvəldə bir əcib müqəddəməsi, xətti də çox fərqli xəttdir. Yəni divan yazısı deyil. Əl yazısıdır, divan yazısı da əl yazısıdır, amma standart bir yazıdır divan yazısı ki, hər kəs oxuya bilir onu. Üst-üstə deyək, hər kəs oxuya bilir, biraz üstündə işləyəndən sonra. Amma bu əl yazısı o adamın özünə ta ki, dünyada bir dana idi, yazar və ha belə, mütərcimdən danışırıq da, mütərcim, türkcə mütərcim. O özü dünyada bir dana idi və ha belə onun barmağının izi bir dana idi, onun gözünün izi bir dana idi, onun hər şeyi bir dana idi, özünə aid ikincisi yoxdur ondan. Əl yazısı da ona tay bir dana idi. Bu əl yazının təbii ki, bəzi yerlərini oxuya bilmədim, çox zorluq çəkdim. ChatGPT-dən, Gemini-dən, Google-dən faydalandıq ki, onları düz oxuyaq, düz oxumağa çalışdıq. Ola bilər ki, olmur. Amma keçənki cəlsədə bir dana böyük iştibah eləmişdik. O iştibahı bu səfər islah elədik. Qısas-ül Ənbiya kitabının demiş Humalla Əbdülrəhim İbni Əbdülrəuf bu yazıbdır. Amma dedik ki, bu 1109-cu ildə, yəni 388 il öncə bu nüsxə yazılıbdır. Mən bunu iştibah oxumuşdum. Oxumuşdum ki, bu hangi ildə? 217-də demişdim bəlkə yazılıbdır. Yəni Hicri Əbbasi dövrünün sonlarında. Əlbəttə ChatGPT-də də demişdi ki, Əbbasi dövrünün sonlarına və o zamanın ta Səfəvinin əvvəllərinə dövrəsinə yeyir bu. Amma bir də şəvahid gətirdik ona görə. Amma kitabın əvvəli ilə sondakı tarix tutmurdu bir-biri ilə. Mən onu bu günləri təzədən o kitabı açanda gördüm ki, mən iştibah olmuşam. Orada 1000 sözü var imiş. Mən 1000-i oxumamışam, 1217 imiş. Onu 1000 oxumamışam, oxumuşam 217 və beləcə də demişəm bu kitab 1200 neçə il bundan qabaq yazılmışmış ki, kamilən səhv idi. Yəni mən demişəm 1217 il bundan qabaq yazılıb, o halda ki 217 il bundan qabaq yazılan bir kitab imiş. Bu günləri bu kitabları gördük, bunlarla tanış olduq. Allaha şükür eləyək ki, bu ömrü bizə verdi və bu günləri bizim ömrümüz bu 3 kitabla tanış olmağa sərf oldu. İnşallah Allah öz lütfü kərəmi ilə daha bir ayrı günlərdə ömür qismət elərsə,
və mənim də imkanımda olursa bir ayrı türkcə əski yazılmış əlyazma kitabları, bir neçə yüz il bundan qabaq yazılmış əlyazma kitabları oxumağa çalışacağam.